Hoş gördük değerli dostlar, değerli dinleyiciler hamımızı. Mövzunun adı, müazirəmizin, söhbətimizin mövzusunun adını qoymuşam. Dini mənsubiyyəti yox, tək Allahı və ona olan sevgini qəbul etmək lazımdır. Mən internet səhifəsində belə bir yazı qoymuşdum. Orada yazmışam ki, nə İslam dini, nə Xristiyan dini, nə Yahudili, nə Hinduizm, nə Buddizm, nə komünizm, nə sosializm, nə kapitalizmi qəbul etmək lazım deyil. Qəbul etmək lazımdır tək olan Allahı və ona olan sevgini. Təbii ki, bu bəzi narahatçılıqlar yaradır, amma yəni burada elə bir çaşqınlıq ya narahatçılıq yaradan bir şey yoxdur. Və mən söhbətimizi başlamamışdan qabaq mən istəyirəm ki, belə bir şeyi hamımızın diqqətinə çatdırım ki, mən bütün Allahın, Tanrının bütün mömin müqəddəs şəxsiyyətlərin hamısına, bütün peyğəmbərlər, Hz. İsa aleyhisselam, Hz. Musa, Hz. Muhammed Peygamber sallallahu, Hz. Ali aleyhisselam, Svetoy Francisco, Rabia, Şəms Təbrizi, Cəlaleddin Rumi və s. Bax, beləcə, yəni ki, adlarını sadalamadığımda bütün Tanrının bütün mömin müqəddəs şəxsiyyətlərinə, mötəbər şəxsiyyətlərin hamısına öz dərin hörmət, ehtiramlarımı və sevgilərimi bildirirəm. Onlar mənim ustadlarım, müəllimlərim, qurularım olublar, vardılar və ölənə qədər də bu belə qalacaqdır. Mən indiyə qədər onlardan öyrənmişəm, onlardan öyrənməkdə davam edirəm və ölənə qədər də onlardan öyrənəcəm. Bax, bunu mən istəyirəm ki, söhbətimizin lap əvvəlindən qoyaq. Bunlar mənim üçün sonsuzluq qədər eyni bərabərdə dəyərli şəxsiyyətlərdirlər. Eyni bərabərdə heç birinə fərq qoymadan, çünki fərq qoymaq cahillik əlamətidir. Və bunu əvvəlcədən bildirmək istəyirəm fikrimi. Sonra keçdik söhbətimizə ki, söhbətimiz də odur ki, bu deməli fikir Bhagavad Gita'da Allah Ali şəxs Tanrı Şri Krishna'nın fikri, sözüdür. Bunu deməli Bhagavad Gita'nın 18-ci fəslinin 66-cı mətnində Tanrı Krishna bunu belə bəyan edib ki, Sarva dharman parityaga mam ekam sharanam vraja aham tvam sarva pabibhyo moksha ishami mashuja. Deyir ki, sarva dharman parityaga, sarva bütün dharman dinləri və əqidələri, etiqadları, parityaga, əl çək. Bunların hamısından əl çək. Mam mənə, ekam yalnız, tək, şaranam həsr elə, təslim elə, həsr elə özü. Vraca, get, təslim. Aham mən, tvam səni, sarva bütün, pabepyo, günah əməllərin əks təsirlərindən, moksha əşyəmi azad eləyəcəm, maşuça qorxma, narahat olma. Bu, Tanrı Şri Krishna'nın 18 fəsil Arjuna'ya orada bütün yəni bütün yoga sistemlərini, bütün dini sistemləri, bütün etiqad növlərini, özünü dərk eləmə proseslərini hamısını Arjuna'ya 18 fəsildə izah edib qutarandan sonra sonuncu sözü bu olur ona. Sonuncu söz olur üçün Arjuna. Bütün etiqadlardan, bütün dini sistemlərdən əl çək, özü tək mənə həsr elə. Tək bir dənə mənə özü həsr elə, tək mənə xidmət elə və mən səni bütün günah əməllərini, əks təsirlərindən azad edəcəm, qorxma. Yəni bu Tanrı Krishna'nın fikridir, özünüz görürsünüz Tanrı'nın əmridir. İndi burada söhbət nədən gedir? Söhbət ondan gedir ki, Tanrı tək Tanrı deməkdir ki, Tanrı'nın təkliyi o deməkdir ki, din də təkdir, tək bir din var, tək bir Allah varsa, onun tək bir dənə dini var. Yəni, bu məntiqidir. Deməli, maddi kainat yaradılan bir gündən, bu dünya yaradılan birinci gündən, Tanrı bu kainata çobut dildə desək, instruksiya kimi, necə ki, insan yaratdığı hər bir şey instruksiya verir. Tanrı bir instruksiya kimi təlim verir, bilik verir, bilik. Azərbaycan dilində ona deyir bilik. Gəl Azərbaycan dilində mən ona deyim bilik. Bilik verir, özünü dərk etmə biliyini, özünü yada salma biliyi verir.
Və orada o bilikdə göstərilir ki, bu dünya nədir, necə yaradılıbdır, necə təşkil olunubdur və siz burada yaşayan canlı varlıqlar kimlərsiniz? Sonra buranın bütün bu mövcudiyyatın hamısının ən ali sahibkarı kimdir? Sonra bütün bu mövcudiyyatı idarə edənlər bilavasitə yox, bilvasitə idarə edənlər kimlərdir və yaxud bilavasitə idarə edənlər kimlərdir? Və siz burada necə yaşaya bilərsiniz, necə fəaliyyət göstərə bilərsiniz, necə mövcud ola bilərsiniz ki, siz sözün əsl mənasında öz həqiqi rifahınızı əldə edəsiniz, uğur, müvəffəqiyyət əldə edəsiniz. Bax, bu cür biliyi Tanrı kainatın yaradılışının əvvəlində verir və bu məntiqidir. İstənilən bir şeyə, insan necə yaratdığı hər bir şeyə instruksiya verir, qaydalar və qanunlar külliyatı. İstənilən bir şey, düzdürmü? Eləcə də Tanrı bütün bu şeylərin hamısına, bütün bu maddi həyat mövcudiyyatının hamısına bir dənə qanunlar külliyatı verib. Bilik veribdir. Bu nöqteyi nəzərdən baxanda, deməli, bu da bir dəfə verilir. Bu da bir dəfə verilir. Yəni ki, istənilən bir şeyin instruksiyası hər dəfə dəyişdirilmir. Əgər o yol sıradan çıxıbsa, yaxud nasazlayıbsa və biz onu ustaya aparanda, usta ona təzə bir dənə instruksiya yazmır. Eyni bir instruksiya ilə onun nasazlığını aradan qaldırır və bizə həmən instruksiyanı təzədəndən xatırladır. Ki, sən filan yerlərdə pozmusan bu instruksiyanın qaydalarını, ona görə də bu nasazlıqdır. Və salam. Amma hər dəfə eyni bir instruksiyadır. Ona görə də Tanrı bu kainatı yaradanda, bu əbədi, bu maddi aləmi yaradanda, qrup yaradanda bizlər üçün, burada yaşayanlar, mövcud olanlar üçün. O bir dəfə verir. Bütün sistemi, bütün biliyi. Sadəcə olaraq zaman keçdikcə onu müxtəlif zamanlarda neynir? Bizim tənəzzülümüzə uyğun olaraq onu bəzi şeyləri orada neynir? Bəzi əlavələr, bəzi qaydaları tətbiq edir. Həmən eyni bilikdən, həmən eyni bilik sistemindən bu və ya digər qaydaları tətbiq edir. Bu namısından qabaq mən onu deyəm ki, bir dənə başa düşüləsi bir şey lazımdır ki, əbədiyyət vardır. Əbədiyyət. Əbədiyyətdən başqa heç nə yoxdur. Əbədiyyət vardır və bizim bu maddi aləm də həmən əbədiyyətin daxilindədir. Necə ki, məsəl üçün bizim ölkəmiz var, azad vətəndaşlar var, yaşayırlar ölkənin ərazisində. Bir də həmən bu ölkənin ərazisində yaşayan bəzi vətəndaşlar var ki, ölkə qanunvericiliyinə bu və ya digər tabiçilik göstərməyəndə onları neynirlər, aparırlar, salırlar həbsxanaya. Həbsxanada otururuq. Həbsxana da bu ölkənin torpağıdır, ərazisidir və orada oturan vətəndaşlar da bu ölkənin vətəndaşlarıdır. Amma fərq ondadır ki, həbsxana oturanlar üzərində başqa qanunlar tətbiq olunur, daha da məhdudlandırıcı, azadlıqdan məhrum edəcək qanunlar. Necə ki, elə də deyirlər, həbsxanaya kimisə salanda deyirlər ki, filan kəsi filan qədər azadlıqdan məhrum edərlər. Düzdürmü? Bəli. Və əbədiyyətin də daxilində belə bir qanun var. Tanrının belə küllü miqdarda enerjilərindən bir enerjisi var ki, o enerjinin adı illüzor enerjidir. İllüziya yaradan enerji. O, bu əbədiyyətin daxilində hansısa bir küncdə yaradır, nəsə bir dənə belə bir illüziya fason bir yer yaradır və ora xüsusi bizim kimi canlılar göndərilir, gəlir ora. Bildiniz, bu buna bənzəyir ki, günəş okeandan, dənizdən suyu çəkir, qara bulutlar yaradır və o qara bulutlarla yer kürəsinin müəyyən bir ərazisini tutur. Orada o bulutların altında olan insanlar günəşi görmürlər. Amma bulutlar günəşi yox, bizim üstümüzü bağlayır. Günəşi bulutlar bağlaya bilməzlər və bir də günəş özü o bulutları yaradır. Və bir qism insan, bir qism ərazi həmən o bulutların altında qalırlar. Və günəş görünməz olur. Deyir ki, günəş yoxdur. Amma biz bilirik ki, işıq varsa, deməli, haradasa günəş var və sadəcə olaraq biz onu görmürük. Bu ərazini bulutlar örtübdür. Bildiniz? Bax, eləcə də əbədiyyətin yaranış, saxlanış, dağılışın və zamanın hökmü olmadığı
bir aləm bu əbədiyyət dediyindən görə əbədiyyət və biz o əbədiyyətin sakinləriyik hamımız. Bütün canlı varlıqlar nəinki insanlar. Sadəcə olaraq bu və ya digər səbəbdən əbədiyyətin qanunlarına bu və ya digər səbəbdən itaatkarlıq göstərməyən bizim kimi canlılar, onlar həmən bax bu əbədiyyətin bir küncündə günəş bulut, qara bulut yaratdığı kimi də Tanrının illüzor enerjisi. Böyle bir qaranlıq, bir enerji burada yaradır, özünün illüziyasını yaradır və burada yaşayan canlı varlıqlar bizim hamımız düşürük həmən illüziyanın təsir altına. Müvəqqəti və bunun üzərində zamanın hökmü olur. Niyə görə zamanın hökmü var? Çünki bu müvəqqətidir. Yəni heç kimi həbsxanaya ömürlük otuzdurmur. Düzdür, bəzi ömürlük oturanlar da var. İndi mən bu müqayisə tam şəkildə deyil. Amma söhbət dini qaydalardan gedəndə, bizim bu bilikdən gedəndə zamanın mövcud olmağı bu deməkdir ki, bizim bu illüzor halımız, illüziyada olan halımız bu o qədər də əbədi bizim halımız deyil. Ona görə biz burada baxırsınız, bədən dəyişməklə məşğul oluruq. Bir doğuluruq, qocalırıq, xəstələnir, ölürük, bir də təzədən doğuluruq, xəstələnir, qocalır, ölürük. Və bu proses nətər deyirlər, o vaxta qədər gedir ki, haçana qədər ki, biz həmən bax bu mövcud olduğumuz illüzor həyatın prinsiplərinə düzgün əməl eləmirik. Qaydalara düzgün əməl eləmirik. Tanrı yaranışın əvvəlindən verdiyi. Və bu ideya da bunun başındadır ki, bizim problemimiz, burada yaşayanların bizim problemimiz bütün hər şeyin ağası ilandır. Hər şeyin ağası istər maddiyyatda olsun, istər ruhaniyyatda olsun. Ümumiyyətlə bütün mövcudiyyatda cənnətli, cəhənnəmli, maddi dünya, ruhi dünya, əbədiyyət, bunların hamısının bir dənə sahibkarı var. O da tək olan Tanrıdır. Bildiniz? Tək Tanrı, tək Allah Ali şəxs. O bütün bunların hamısının sahibkarıdır. Və onun iradəsi ilə hamısı idarə olunur, onun iradəsi ilə hər şey mövcuddur. Ona görə də təbii ki, problem olanda da deməli bizim problemimiz həmən o tək olanla olur. Tək olanın qoyduğu qanunlarla, tək olanın qaydaları ilə, şərtləri ilə problemimiz olur. Ona görə də biz nə göndəririk, nədir? Bax bu illüzor enerjinin qucağına, ağuşuna. İllüzor enerji də Tanrının özünün şəxsi enerjisidir. Çünki onun təbiətindən, onun hökmranlığından, onun idarəsindən və iradəsindən kənarda heç nə mövcud deyil. Ona görə bu da bunun küllü miqdarlı enerjilərindən biridir. İllüziya yaradan enerji. Necə ki, dövlətin rəhbərinin çoxlu miqdarda nazirlikləri və idarələri filanları var. Onların hamısında bir yerdə dövlətin daxili işlər nazirliyi də var. Polis sistemi var. Məhkəməsi, hakim sistemi var. Ki, qaydaları pozan vətəndaşlara onlar uyğun olar, onlar tətbiq olunurlar. Düzdürmü? Bax, beləcə də Allah Ali şəxsin küllü miqdarda enerjilərindən birinin adı illüzor enerjidir. Bu, buraya gələn canlı varlıqlara özünü və Tanrını unutmaq imkanı yaradır. Özünü və Tanrını unutmaq imkanı. Çünki bizim problemimiz var. Biz burada yaşayan canlı varlıqların Tanrı Allah Ali şəxslə problemi, Allahla problemi olanlarıq hamı burada. Ona görə də biz burada görürsünüz daha çox meyilliyik Allahsız yaşamağa, Allahsız öz başımıza olmağa daha çox meyilliyik. Nəinki Allahın qoyduğu qayda qanunlara əməl eləməyə. Bildiniz, buna insan küllü miqdarda məyusluqlar, peşmançılıqlar, uğursuzluqlar maddi nöqteyi nəzərdən yaşayandan sonra o gəlir bu yola. Bildiniz nətər? Etiraf eləməyə gəlir ki, bəli. Ona görə də namaz qılanlar, nama sözü na yox deməkdir, ma da mən. İndi mən yox, sənsən. İndiyə qədər insan mənəm deyir. Baxmayaraq ki, müvəqqəti mövcudluq əldə edir, müvəqqəti bədəndir, bugün var, sabah yoxdur. Amma biz müvəqqəti olanın təsir altında o qədər düşürük ki, bizim özümüzün əbədi olan təbiətimiz, ruhi, şəxsiyyətimiz tamamilə unudulur, yaddan çıxır. İndi ona görə də bizim o tək Allah Ali şəxslə problemimiz olduğuna görə məhz o hər bir canlı varlığın qəlbində mövcud ola, məhz o nəzarət edir bizim həyatımıza. Bizim burada doğulmuşumuza, ölümümüzə, bizim ona qarşı münasibətimizin nə dərəcədə səmimi, qeyri-səmimi olmağına məhz o nəzarət edir və
O son sözü də o deyir, son qərarı da o verir. Çünki bizim onunla münasibətimiz pozulubdur. Yəni biz bura Tanrı Allah Ali şəxslə münasibətimizi bərpa etmək üçün yerləşdirilmişik. Və bizim onunla münasibətimizdə problem olduğuna görə biz burada şəxsən onunla, şəxsən Allah Ali şəxslə. Və bu bizim qarşılıqlı münasibətlər iyerarxiyasında, transformasiyasında münasibətlərin ən çoxudu nifrətdir. Kimisə kiməsə nifrət eləmək. Bu da bir münasibətdir. Kimsə kiməsə nifrət eləyir. Nifrət özü də münasibətdir, amma hansı münasibətdir? Negativ münasibətdir. Bundan bir balaca yuxarı münasibətə deyirlər, deyək ki, siz özünüz fikirləşin. Məsəl üçün ona deyə bilirlər laqeydlik, yaxud biganəlik. Bundan bir balaca yuxarıya ona deyirlər diqqət, biraz yuxarı hörmət, biraz yuxarı ehtiram. Bax, beləcə münasibətləri nifrətdən transformasiya eləyirik daha məhəbbətə qədər, sevgiyə qədər. Bunun deməli bu münasibətlər sistemin ən aşağısı nifrətdir, ən yuxarısı məhəbbət, sevgidir. Və də ruhi bizim şəxsiyyətimizin bütün müqəddəs kitablar, bütün peyğəmbərlər, imamlar, ustadlar, qurular fərqi yoxdur. Hamısı. Çünki həqiqət bir dənədir. Bunların hamısı deyirlər ki, bizim qəlbimizdə sevgi münasibəti var və o sevginin obyekti Allah Ali şəxsdir. Tanrıdır, Allahdır. Yəni biz sevgi, həmən o sevgidir ki, biz onu burada göndəririk. Torpağa, vətənə, övlada, uşağa, arvada, kişiyə və s. və s. Təbiətə həmən o sevgidir ki, o sevgi əzəldən Allaha qarşıdır. Və deyilir ki, o sevgi məhz Allaha yönələndə özünün mükəmməl və kamil zirvəsinə çatır və insana sözün əsl mənasında tam məmnunluq, rahatlıq gətirir. Ona qədər insan heç nədən məmnun, rahat olmur. Heç bir sevgi ilə. Ona görə də müqəddəs şəxsiyyətlər deyirlər ki, Allahı sevmədən istənilən sevgi insanın anus vasitəsilə qidalandırmağına bənzəyir. Bu daha doğrusu Bhaktivedanta Swami Prabhupāda'nın sözüdür. Beynəlxalq Krishna Şuri Cəmiyyətinin banisi. Deyir ki, Allahı sevmədən istənilən sevgi insanı anus vasitəsilə qidalandırmağına bənzəyir. Yəni insan ağzında problem var, yeyə bilmir və yaxud da mədəsində. Ona görə insan bağırsaqlarına qida maddələri yeridə bilirlər ki, o yaşayıb davam edəsin yaşamaqdan. Amma bu fərqi nədədir? Fərqi ondadır ki, bu da qidalanmadır. Amma fərqi ondadır ki, anus vasitəsilə qidalanmada heç bir dad yoxdur. Biz heç bir yeməyin dadını hiss eləmirik orada. Amma ağız vasitəsilə biz qidalananda biz yeməyin dadını hiss edirik və ondan həzz alırıq. Ona görə Tanrını sevmədən istənilən sevgiyi bu insanı anus vasitəsilə qidalandırmağına bənzəyir. Heç bir dadı olmur. Bu cür sevgi insana heç bir dad gətirmir həyatda. Niyə görə? Çünki sevgi bu təmənnasızlıqdan başlayır. Tam təmənnasızlıqdan. Sevgi otağın qapısında da təmənnasızlıqdır. İnsan təmənnasız əhval-ruhiyyə gəlməyincə qədər onun qəlbində sevginin sevginin üstünün tozu silinmir, sevginin üstü açılmır. Təmənnasızlıq otağına sevgi otağına girmək üçün təmənnasızlıq qapısından keçmək lazımdır. Ona görə də tam təmənnasızlıq əhval-ruhiyyəsində xidmət bu Allaha sevginin insanın ürəyində neyir? Bərpa eləyir yerinə, bərpa eləyir. Ora sevgi gətirmir. Sevgi oradadır. Sadəcə olaraq onun üstünün tozunu silir, bərpa eləyir. Bu mənada Tanrını sevmək təmənnasızlığı təmin eləyir. Təmənnasızlığı. Çünki Tanrıyı təmənna ilə sevə bilməzik. Çünki onu aldatmaq mümkün deyil axı. Allahı aldatmaq mümkün deyil. Düzdür? Onun qarşısında gərək Məhəmməd Fənsatullah demişkən, Məhəmməd Fənsatullahdan soruşurlar din nə olan şeydir? Deyir, din səmimiyyət deməkdir. Möhtəşəm fikirdir. Yəni ki, bu biz səmimi olmayınca qədər Tanrıya qarşı münasibətdə tam səmimi olmayınca qədər bizdə ruhi dirçəliş prosesi baş vermir. Sadəcə olaraq formal olaraq bəzi şeylərə əməl edirik, amma dirçəliş baş vermir. Bildiyiniz nətədir? Real dirçəliş, real uyanış, real tərki dünyalıq, real dad yaranmır ki, insan daxilində məmnunluq, xoşbəxtlik hissi duysun. Ona görə də Tanrı sevgisi insanın səmimiyyətinə səbəb olur. Tanrıya sevgisi insanın bütün
Nədən? Bütün təmənnalı istəklərdən, niyyətlərdən təmizləyir insan ürəyi. İnsan əməllərini, insan münasibətlərini, təmənnalı istək və niyyətlərdən, arzulardan. Təmənnalı nə deməkdir? Təmənnalı özünü bədənlə eyniləşdirən insanın bədəni rifahını, ruhun rifahından qabağa qoymağa deyirlər. Buna deyirlər təmənna. Dinin və həyat fəlsəfəsinin əlifbası budur. Sən bu bədən deyilsən, sən ruhi təbiətli cansan, şəxsiyyətsən, əbədiyyətin sakinisən, Tanrının ayrılmaz hissəciyi və onun əbədi xidmətçisisən. Bax, buna deyirlər din və həyat fəlsəfəsinin əlifbası. Bu, təəssüflər olsun ki, bugünkü gündə bunu bilən, tapmaq mümkündür, bu dərəcədə bilsin. Bu dərəcədə, yəni, bunun fəlsəfəsini bilsin. Sadəcə olaraq özümüzü bədənlə eyniləşdirməklə biz burada nə edirik? Bədənimizi bütün nədir? Mənsubiyyətlərin hamısını qabardaraq yaşayırıq. Bədənin mənsubiyyətləri. Mən bu əks-sümük konsidlik nəcib birləşməsindən ibarət bədəndən başqa bir şey deyiləm. Bundan sonra başlayır bədənin mənsubiyyətləri. Bunun dini budur, bunun milləti budur, bunun cinsi budur, bunun coğrafi yeri budur, irqi budur, bunun sosial mənsubiyyəti budur və s. Amma müqəddəs şəxsiyyətlər, möminlər, hamısı, mən görürsünüz, hamısını deyirəm. Bunların hamısı deyir ki, bu cahillik əlamətidir. İnsanın özünün şəxsiyyətini əks-sümük konsidlik nəcis birləşməsindən ibarət olan fiziki bədənlə eyniləşdirməsi cahillik əlamətidir. Yəni bu cəhalətdir. Buna deyirlər biliksizlik. Və bu cür insanın bundan sonra həyata keçirdiyi fəaliyyət bu cür cəhalətin həndəsi və ədədi silsilə ilə genişlənməsindən başqa bir şey deyil. Bildiniz və buna hələ Tanrı Allah'a şəxs, Tanrı hələ buna daha qəti bir fikir söylüyor. O deyir ki, 3 elementdən ibarət olan bədənli, 3 element nədir? Bəlğəm, od, bir də hava. Bəlğəm torpaqla suyun qarışığıdır. Odla hava da, əlavə də. Bizim bədənimiz 4 dənə kobud elementdən yaradılıb Tanrı tərəfindən də. 4 kobud element. Od, su, hava, torpaq və bir dənə də nəcib elementdir. Maddi elementlərin nəcibidir. Ona da deyir efir. Od, su, hava, torpaq, efir. Bax, bu 5 elementdən bizim bədənimiz yaradılır. Torpaqla suyun qarışığı bəlğəm yaradır. Bir də hava ilə od qalır. Ona görə alınır 3 element. Hava, od, bir də bəlğəm. Efiri nəzərə almırıq. 4 element. Ona Tanrı deyir ki, bu 3 elementdən ibarət, yəni bu 4 elementdən ibarət olan bədənini öz şəxsiyyəti hesab edən. Bu bədənin doğulduğu torpağı müqəddəs bilib ona istayiş edən. Bu bədənin əlavə məhsullarını, övlad, uşaq, qohum, əqrəba, bunları da öz yaxınları bilən. Müqəddəs yerlərə isə sadəcə olaraq ad almağa yaxud müqəddəs sularda çinməyə gedən uzunqulağa və mala bənzəyir. Bu Tanrının kəlamıdır. Özü də şahid eşidir. Uzunqulağa və mala bənzəyir. Bildiniz? Yəni ki, özü bədənlə eyniləşdirmək ki, mən bu bədənəm, bu heyvani şuur tərzidir. İnsan şuur tərzi deyil. Bunu müqəddəslər deyirlər. Bunu müqəddəs şəxsiyyətlər deyirlər. Ki, heyvanlar da, məsələn, itlər, pişiklər və s. Başqa heyvanlar hamısı özlərini bədənlə eyniləşdirdiklərinə görə bədənlərinə uyğun işlərlə məşğullar. İt ürüyür, pişik mavolduyur, uzunqulaq işləyir, filan beşməkən. Yəni, bu özünü bədənlə eyniləşdirmə şuuru heyvani şuurdur, insani şuur deyil. Bu, bütün müqəddəs kitabların, bütün peyğəmbərlərin, imamların, bütün dahilərin bunların hamısını demək istədiyidir. Bildiniz? İnsan özünü bədənlə eyniləşdirmə şuuru, bu insan şuuru sayılmır. Bu heyvani şuurdur. Heyvanlara xas olan şuurdur. Məhz bu cür şuurun, bu cür dünya görüşünün təsiri altında bizim ruhi can adlı şəxsiyyətimiz bədəni tərk edəndə sonra aşağı səviyyələrə düşə bilir. Heyvan bədənlərinə. Bu reinkarnasiya elmidir. Bu da yenə də bütün müqəddəs kitabların, bütün müqəddəs şəxsiyyətlərin hamısının təbliğatında özünə xüsusi yer tutmuş məsələdir. Ona görə özünü bədənlə eyniləşdirmək, məsələn, insanı neyir? Mənsubiyyətlərin qabartmağına daha çox yer verir. Amma Tanrı deyilir ki, Məhəmməd Peyğəmbər sallallahu Tanrı
ruhi bədəndə meyvənin ağacda yetişdirdiyi kimi yetişdirməklə məşğuldur. Ruhi canı bədəndə meyvənin ağacda yetişdirməklə məşğuldur. Deməli, mənim ruhi şəxsiyyətim bu fiziki bədəni burada alır ki, özünü unutmaq bahasına. Bunu Veda biliyi deyir ki, Veda sözü bilik deməkdir. Bunu bilək. Yəni, bir dənə bilik var, Tanrıdan gəlir. O bilikdəki, həmən o bilikdir ki, bütün kainatda, küllü kainatda istifadə olunan biliklərin hamısı Tanrı tərəfindən verilibdir. Sadəcə olaraq ona sanskrit dilində Veda deyirlər. Biz Azərbaycan dilində bilik deyə bilərik. Bilik. O bilikdə deyilir ki, insanın deyilir ki, biz maddi mövcudiyyatı, maddi bədəni, bu maddi həyatı, maddi dünyanı, maddi mövcudiyyatımızı, bədən, özümüzü unutmaq bahasını əldə edirik. Ona görə də heç kim özünü tanımır bugünkü gündə. Bildiniz, bunu bütün möminlərin, müqəddəslərin təlimlərində görmək olur bunu. İnsan özümüzü biz unutmaq bahasına əldə eləmişik maddi, fiziki bədənimizi. Ona görə də bizim özümüzü dərk eləməyimiz, özümüzü tanımamız proyekt olubdur. Bu ət, sümük, qan, sidik, nəcis birləşməsindən ibarət olan bədən üstünə və biz özümüzü bu bədənlə eyniləşdiririk. Deyirik, bu bədən mənə. Bildiniz? Bu bizim biliksizliyimizdir. Bu, Tanrının illüzor enerjisidir ki, hansının xidmətində dinlərdə olan o şeytandır, iblisdir, satanadır və s. Bu qismdən olan bütün varlıqların hamısı həmən Tanrının illüzor enerjisinin xidmətçiləridir. O illüzor enerjinin adından göründüyü ki, geyindiyi kimi missiyası illüziya yaratmaqdır. Hansı illüziya? İnsana Allahlıq iddiası. Biz burada hamımız Allahlıq iddiası ilə yaşayanlarıq. Allahlıq iddiasının üç əsas bəndi var. O bəndlər belə səslənirlər. Birinci, hər şeyin ağası Allahdır. Hər şey ona məxsusdur. Yəni, Allahdan ikinci sahibkar yoxdur bütün mövcudiyyata. Hər şeyin ağası odur, hər şey ona məxsusdur. Nəinki bizim gördüyümüz, hətta görmədiyimiz kainatlar belə, küllü miqdarda planet sistemləri belə, sonsuz hesabsız. Onların hamısı Allaha məxsusdur. Onların hamısının sahibkarı odur. Və onları idarə eləyənlərin də hamısı Tanrıya tabi edilər. Həm bütün planet sistemlərin hamısı, mələklər, hamısı. Düzdürmü? Bu birinci Allahlıq faktorudur. İkinci faktoru, bütün bunların hamısından məmnunluq, həzz alan, bunlardan hamısından məmnunluq, razılıq, həzz duyan Allah ali şəxsdir. Ona görə bizim Azərbaycan dilimizdən, ata-babalarımızdan, nənələrimizdən belə bir dənə, necə deyirlər, çox ciddi, çox vacib bir dənə söz var ki, kiməsə iş görməyi deyəndə demirlər get nəsə elə. Deyirlər get elə, amma elə Allaha xoş getsin. Demirlər get elə. Bildiniz nə tərif? Deyirlər elə Allaha xoş getsin. Allah səndən razı qalsın. Və buna müdriklər deyirlər ki, bu maddi dünyada nədir? Bu dünyada uğur qazanmağın düsturu budur. Allah səndən razıdırmı? Elədiyindən. Razı deyilsə, sən heç nədən razı olan deyilsən. Söhbət görsünüz, yenə Allahdan gelir. Allah ali şəxsdən, Tanrıdan. Bu mənada bizim özümüzü unutmaq bahasına bədən əldə eləməyimiz o deməkdir ki, o kiminsə qarşısında ki, biz o sözü vermişik ki, mən özümü unudacam, bədəni verib mənə, ona deyirlər Tanrının illüzor enerjisi. Şeytan əməli, belə deyək, kobud dildə, şeytan əməli. Ondan sonra bizə bu maddi bədən verir ki, hə, gələ, götür, get. Və biz ona görə də özümüzü unutmuşuq, bədənlə özümüzü eyniləşdirməklə yaşayırıq. Başa düşdünüz? Və bütün müdrikliklər, bütün dahilərin söhbətləri, nizamilər, füzulilər, nəsimilər, böyük şəxsiyyətlər, imamlar, peyğəmbərlər, onların hamısını çatdırmaq istədiyi müqəddəs fikirlər, mömin fikirlər, dahiyənə fikirlərin hamısı bax bunun ətrafındadır. Ki biz özümüzə məxsus olmayan şeylərə mənimdir deyirik. Bədənim mənim deyil, bədənim Allaha məxsusdur. Amma bədənimə aid olan şeylərin hamısından mənimdir deyib dirəşirəm, dururam. Mənimdir və salam, bizimdir. Mənimdir və bizimdir, başa düşdünüz? Amma heç bədən özü mənim deyil, başa düşdünüz? Ölüm anı gəlib çatanda necə əlimizdən alırlar? Heç özümüz də bilmirik ki, bu bədəni bizə necə verirlər.
və sonra necə bizim əlimizdə lağlar, düzdür? Amma bədənimizə aid olan şeylərin hamısında biz iddialıyıq ki, bu bədən mənəm, bədən aid olan mənimkilərdir. Və bu birinci Allahlıq iddiasıdır bizdə. Gördünüz, bunu kim verdi bizə? İllüzor enerji. Gördünüz? İkincisi, həzz alan Tanrıdır və hər bir canlı varlığın ən yaxın dostudur. Ən yaxın dostudur. Bütün canlı varlıqların ən yaxın dostudur. Bu üç dənə faktdır. Bu üç dənəsini insan özünə şamil eləyir. Birinci, bədənlə özünü eləşdirir. Deyir, bu bədən mənəm, bədənə aid olanlar da mənimdir. Mənim bədənim, mənim mövlatım, nəslim, mənim vətənim, mənim torpağım, mənim dinim. Onu da özü ilə daşıyır, gətirir, sonra dini praktika. Mənim dinim, mənim kitabım, mənim peyğəmbərim, mənim Allahım. Buna deyirlər, həmən bax bu, mən və mənimdir, ego, yalancı ego buna deyirlər. Yalancı ego. Həqiqi ego, mən ruhi canam. Yalancı ego, mən bu bədənəm. Bax, bunun inkişafıdır, bunun genişlənməsidir. Bildiniz nətər? Və bu əhval-ruhiyyədə insan çıxa bilməyəndə, insan bu əhval-ruhiyyədən çıxa bilmir. Bu əhval-ruhiyyədə insan bəs-bəs oturur, müasir dövr insanlar kimi. Nədə? Özün bədəndən el, mən bu bədənəm, başa düşürsünüz. Onda Tanrının biliyi hansı ki verir kainatın yaradılışında. Ki Tanrının biliyində ən güclü müddəa, mən fikrimi dedim sizə, bunu demişəm sizə. Dini, bütün dinlərin və bütün fəlsəfələrin əlifbasıdır. Orada müddəa odur ki, sən bu bədən deyilsən, dədə. Sən bu bədənin daxilində ruhi təbiətli cansan. Və Allah ruhu bədəndə meyvəni ağacda yetişdirdiyi kimi yetişdirmək məşğuldur. Sənə bu bədən verilibdir Tanrı tərəfindən, bildin, sən bunu istifadə eləyəsən. Nəyə? Özü təzədəndən bərpa eləməyə, özü yada salmağa, özü dərk eləməyə. Bildiniz? Bizə bu bədən, mən bu bədən deyiləm, bu bədən mənə verilibdir. Amma biz özümüzü bədənlə eyniləşdirmə iddiasında olanda, bizə həmən o, sən bu bədən deyilsən, ruhi cansan, çılpaq həqiqətindən güzəştlər olunur. Okey. Bir dənə əks-sada gəlir oradan, yuxarıdan. Okey. Eybi yoxdur. Qoy desin mən bədənəm. Onda buna, bu bədəndən düzgün istifadə eləməyin qaydaları üçün küllü miqdarda güzəşli prinsiplər göndərilir. Bu bədəndən necə düzgün istifadə eləyəsən ki, sən tədricən bədən olmadığın məqamına gəlib qalxasan, yüksələsən, yetişəsən. Bax, onda nə eləyirlər insanı? Güzəşdə gedirlər. Güzəşli prinsiplər. Güzəşdə nədə gedirlər? Razılaşır Tanrı ki, səndən ki, hə, yaxşı, sən bədənsən. Amma Tanrının məhəbbəti, sevgisi transendentaldır, yəni əbədidir. O, öz yaratdığını istənilən məqamda sevməkdə davam edir. İstənilən məqamda. İstənilən məqamda onun sevgisi insan sevgisi deyil ki, bugün sevir, sabah sevmir. Yox, istənilən məqamda o yaratdıqlarını sevir. Ona görə onun yaratdıqlarının sevgisi özünü bu cür bir özə verir ki, bir qismə deyir ki, yox, hey, yaxşı. Və Veda biliyi də 90% bu cür prinsiplərdən təşkil olunubdur. Nə? İnsanın bədənindən düzgün istifadə eləmə qaydaları bizim bədənlərimizin də fəaliyyətinə nəzarət, təminatına nəzarət edən mələklərdir. Mələklər kimdir? Bizim maddi mövcudiyyatımızın təminatına nə olmuş? Səlahiyyət almış Tanrıdan şəxsiyyətlərdir. Necə ki, prezidentin nazirləri kimi. Və onlarla insanlar arasında əməkdaşlıqdan bəhs edir. Bütün Veda elminin 90%. Quran elminin 90%, İncil elminin 90%. Ancaq nədən bəhs edir? Bədənimizdən düzgün istifadə eləmə qaydaları bədənin də təminatı mələklər tərəfindən olduğu üçün insanlara necə mələklərlə əməkdaşlığa girməyin qaydalarını göndərəndə alınır biz. Görürsünüz, səmavi dinlərin kitablarında deyir ki, biz sizə deyirik. Orada cəm halında danışırlar. Biz. Biz kimlər? Mələklərdir. Düzgün mələklər cənnət planetlərini nəzarət edənlərdir. Cənnət planetləri insanın özünün bədənlə eyniləşdirməsinin ən nəcib səviyyəsidir. Nəcibləşə yüksələndə alınır cənnət planet sistemləri. Məsəl üçün, donuzun həyatı, donuzun yediyin insan yeyə bilməz. Amma donuz da özünü bədənlə eyniləşdirən bizim kimi ruhi təbiətli candır. Donuz bədənindədir. O, insan nəcisi axtarır pastayanını yeməyə. Biz ona baxsaq iyrənirik, elə deyir, donuz ət. Amma o da bizim kimi, donuzun da daxilində olan bizim kimi ruhi candır, mənim kimi. Maşınlarımız başqadır. Maşın başqadır, amma içindəki şəxsiyyət eynidir. Heyvanlar, bitkilər, quşlar, həşəratlar, insanlar eyniyik. Maşınlarımız başqadır, amma daxildə oturan canlı varlıq eynidir. Ona görə də bizim təminatımız müxtəlif səviyyələrdə nəcibləşə gedir. İnsandan yuxarı qalxdıqca
daha da nəcib, daha da nəcib, daha da nəcib maddi bədənlər və maddi bədən nə qədər nəcibdirsə, o qədər də onun həzzi, ləzzəti də o qədər güclüdür. Bax, buna deyirlər cənnət planet sistemləri. 7 mərtəbə yüksəkliyə getdikcə nəcibləşə gedir. Bunların heç biri Tanrının ali iradəsi deyil. Əgər cənnət planetləri Tanrının ali iradəsi olsaydı, Həzrət Əli əleyhissalam eşq olsun onun mübarək adına. Deməzdi ki, Allahım, nəsə cənnətin şövqündən, nə də cəhənnəmin qorxusundan ibadət eləmirəm. Belələri azadələrdən deyirlər. Nədən? Mən bədənəm konsepsiyasından. Mən sənə ona görə eləm ki, sən buna layiqsən. Həzrət Əli əleyhissalam deyir ki, mən özümü ruhi, təbiətli can olduğumu dərk eləmiş şəxsiyyətəm. Və mən bilirəm ki, mən Tanrının əbədi xidmətçisiyəm. Ona görə bu təmənnasız xidmətdən danışır. Əvəz gözləmədən. Təmənnasızlıq söhbətimizin əvvəlində nə dedi? Təmənnasızlıq sevgiyə aparır. Fatimə-i Zəhra anamız, xanımlar xanımı deyirdi ki, Allahdan heç nə istəmirəm səndən. Qadın hər şey istəyəndir, amma heç nə istəmirmiş, ehtiyacı olanı da istəmirmiş. Tanrı bunu istəməyin üstünə vacibat qoyanda bu gözün yaşarından deyir ki, mən səndən heç nə istəmirəm, ona görə ki, sən özü istəyirəm. Elə bir ev tiki onun pəncərəsindən sən seyr eləyəm. Bu Allaha sevgidir. Bu Allaha sevgi nümunəsidir. Başa düşdünüz? Bax, bu Allaha sevgiyə gəlmək lazımdır. Budur, bax. Bu Allaha sevgi nümunəsidir. Allah ona nə reaksiya verir? Nətər verir? Allah ona özünün adlarını verir. Deyir ki, mənim adlarımı zikr et, çünki mənim adımla özümün arasında fərq yoxdur. Buna deyirlər Allaha sevgi. Rabiyə deyir ki, Allahım, görsən ki, mən cənnət üçün sənə dua eləyirəm. Cənnətin qapılarının bağlı mənim üzümə, görsən ki, cəhənnəmin qorxusundan dua eləyirəm, mən cəhənnəmin isti bucağına at. Görsən sən ki, sənin rizan üçün, gül camalın üçün, sevgidir bu, başa düşdünüz nətər? Onu da mən əsirgəmə. Bu sevgidir, başa düşdünüz. Bax, buna deyirlər, Allaha sevgiyə gəlmək lazımdır. Amma indi dini mənsubiyyət nə deməkdir? O özün bədənlə eyniləşdirərək bədən iddiası olanların nədir? Güzəştli prinsipləridir. Güzəştli prinsiplər. Ona görə bədənlə əlaqədar olan insanlara görün, baxın, dinlərdə nə qədər güzəştli şeylər var. Veda biliyinin 90%-dən çoxu bax bu cür güzəştli prinsiplərdən təşkil olunur. Eləcə də İslam dininin, Xristian dini, ümumiyyətlə bu dinlərin hamısı bunlardan təşkil olunur. Bu həqiqəti biz bilməyimiz bizə mane olmur. Güzəştli prinsiplər nədir? Yəni ki, bizə özümüzü bədənlə eyniləşdirməkdə davam eləməyə Allah güzəştə gedir. Yaxşı, okey. Yaxşı, sən bu bədənsən. Uşağa atası nəsə bir dənə alır, ləzzətli bir şey alır, nəsə bir oyuncaq da alır, nə alır, düzdür? Sonra uşaq o oyuncaqdan bəş-bəş tutur ki, mənimdir. Atası da gəlib yaxınlaşanda deyir, yox, mənimdir. Atası deyir, hə, səndir, səndir. Mənim balam, narahat olma, səndir. Amma atası alıb gətir verib, onu biraz bundan qabaq. Bax, biz o vəziyyətdəyik, başa düşdünüz? Bədən Tanrının, bədən bizə veriləndən sonra mən bədənəm deyib dirəşmişik. O da deyir, hə, sən bədənsən, narahat olma. Və ideal fəlsəfədən, ideal bilikdən, Tanrının ideal elmindən, yəni ki, sən bədən deyirsən, sən ruhi cansan, mən balam. Bu bədəni mən sən vermişəm ki, sən onu istifadə edəsən. İki məsələ üçün istifadə eləməyə verir bədəni bizə Tanrı. Bir, bizim Allahlıq iddiamızı burada həyata keçirək. Mən bədənəm deyib burada neyək? Özümüzü eyniləşdirək və həzz almağa çalışaq. Allahın gözündən iraq, düzdür. Amma Allah qabaqcadan bilir ki, bu bizim yolumuz deyil, bu bizim təbiətimiz deyil, bu sünidir və biz bunda hökmən peşman olacağıq, düzdür, günlərin bir günü. Ona görə paralel olaraq bizim bu cür həyat tərzimizə, bu cür dünya görüşümüzə paralel olaraq özünü dərk etmə elmi verir. Özünü dərk etmə elmi. Özü tanıma elmi, özü yada salma elmi. Başa düşdünüz? Mən özümü unutmaq bahasını əldə eləmişəm bədənim. İndi o mənə təzədəndən özü yada salmağı, dinlərin ibadətləri, filanları, beşməkanları, bunların hamısı özü yada salmaq elmidir. Özü dərk eləmək. Özü unutmaq bahasına bədən əldə eləmişəmsə, deməli mənə indi elə şeylər lazımdır ki, mən təzədəndən bir də geriyə özümü yadıma salım. Ki, mən bu bədən deyirəm. Yoga da bunun üzərində durub. Böyle olanda insanın bədən və bədəninin məxsus olduğu bu zahiri dünyadan diqqətini çəkib, onu cəlb edirlər onun daxilinə. Ruhi təbiətinə, ruhi şəxsiyyətinə. Deyirlər, sən öz daxilindəsən, qıraqda döysən. İndi ona görə də bu güzəştli prinsiplərlə verilənlərə deyirlər dinlər. Bunlar dinlərdir, hansı ki güzəşt olunur insanlara. Ki, yaxşı, sən bədənsən.
Bədənlə əlaqədar hər şeydə güzəşt olunur. Qidalanmada güzəşt olunur. Çünki ruhun nə yeməyə, nə yatmağa, nə seksə, cinsi əlaqəyə, nə də qorxu hissi yoxdur. Bizim ruhi can adlı şəxsiyyətimizin, mənliyimizin, bu bizim mənliyimizdir. Mən deyən ruhi candır, bədən deyil. Onun nə yeməyə, nə yatmağa, nə cinsi əlaqəyə, nə də qorxu hissi yoxdur. Bunlar hamısı fiziki bədənin tələbat və ehtiyaclarıdır. Və ruhla bədən biri-birinə 180 dərəcə əksdirlər. Mənim real şəxsiyyətim mənliyim. Nə xəstələnmir, nə qocalmır, nə ölmür, nə də doğulmur. O əbədidir. Və daim həzz içindədir. Amma bədənim doğulur, xəstələnir, qocalır, ölür və daim istirab içindədir bədənim. Gürsüz 180 dərəcə əks olan iki dənə təbiətdən birləşməsindən insan əmələ gəlib. Ona görə bu daim təzad içində yaşayır. Bunun içində, daxilində müharibə gedir. Ruhi şəxsiyyəti ilə, bədənlə özünü yerləşdirmənin arasında müharibə gedir. Mənəvi, ruhani dəyərlərlə, maddi, dünyəvi dəyərlər arasında daim müharibə gedir. İnsan daxilində. Və insan öz daxilində rahatlığa, məmnunluğa nail ola bilmir. O daxilindəki rahatlığın nail olmaq üçün tətbiq olunan nəzəriyyəyə və praktikaya deyirlər yoga. İslam dini, Hristiyan dini, bu birisi dinlər fəsair. Bunların hamısı Tanrının göndərdiyi möhtəbər şəxsiyyətlərin verdiyi təlimlərin hamısı bax bu daxildəki təzadı tarazlığa gətirməyə xidmət edir. Tarazlığa gətirməyə xidmət edir ki, İnsan canlı varlıq, insan öz bədənini özünün ruhinin dirçəlişi üçün istifadə eləmək şans əldə eləsin. Sadəcə olaraq onu istismar eləməklə, özünü bədənlə eyniləşdirib bədəni istismar eləməklə məşğul olmasın. Bunun üçün də Allah, Tanrı deyir ki, mən insana ağıl adlı bir şey verirəm. Ağıl. Ağılın məqsədi odur ki, insan onu düzgün istifadə edib qurtuluşa nail olsun. Bədən konsepsiyasından, ruh bədən konsepsiyasından qurtuluşa nail olsun. O ona kontrol eləməyə bacarsa, o ağılla dost olacaq. Kontrol eləməyə bacarmasa, ağılı ilə düşmən olacaqdır. Ağılına kontrol eləmək insanın öz üzərindədir, bizim öz üzərimizdədir. Mən bunları ne üçün danışıram? Güzəştli dini, güzəştli qaydalar, güzəştli sonradan biz haqqımıza çevirəndə biz həddini aşanlardan oluruq və biz vasitə qalır, məqsəd qalır vasitəyə xidmət edirik. Din vasitədir, Peyğəmbər vasitədir, kitab vasitədir. Məqsəd Tanrıdır. Hələ Vaşnavizm biliyində, Tanrıya sevgi yolunda duranların biliyində Allahın özü belə vasitəçilik edir. Məqsəd nə olur? Allaha sevgi. Allaha sevgi məqsəddir. Allahın özü məqsəd deyil. Və bu yolda Allahın özü də vasitəçilik edir. Bizim bu barədə biliyimiz olmadığına görə biz vasitəni məqsəd edib bağlanırıq ora. Dini, kitabı, yolu, peyğəmbəri, nə bilim, kimisə, yəni bütün olanları da hamısını biz məqsədə çeviririk. Hansı ki, məqsəd Tanrıdır və ona sevgidir. Məqsəd, bunların yerdə qalanların hamısı vasitədir. Və hətta, yenə təkrar edirəm, hətta real sevgi yoluna diranlar üçün Allah özü gəlib vasitəçilik edir. Olur vasitə. Bildiniz? Məhəbbətin, sevgi olur məqsəd, çevrilir. Allaha sevgi çevrilir məqsədə, Tanrı özü olur vasitə. Bu məqam, bu yolda, bu məsələdə deməli, bizim ağlımıza nəzarət eləmək məsələsi. Ağıl elə bir elementdir ki, Tanrı tərəfindən verilibdir. Materiyanı ruha tikir. Bədəni ruha tikən, maddi bədəni ruha tikən sapdır sanki. Bu ağla nəzarət eləməyi Tanrı qoyub hər birimizin özümüzün üzərinə. Ağlına nəzarət eləməyi bacarmayan insan düşməni ilə yaşayır. Ağlına nəzarət eləməyi bacaran insan ən yaxın dostu ilə yaşayır. Ağlına nəzarət eləməyin iki yolu var. Bir süni, bir də təbii. Ağla süni nəzarət, təbii nəzarət eləmək buna deyirlər yoga. Buna deyirlər ibadət, buna deyirlər dua, buna deyirlər namaz və s. Yəni, bütün bu praktikaların hamısı ağla nəzarət eləmək cəhdidir. İnsan ağlına nəzarət eləməlidir. Çünki ağıl Tanrının xüsusi bir enerjisidir ki, o verilibdir bizi qurtuluşa aparmaq üçün. Ruhi canı bədən konsepsiyasından qurtuluşa aparmaq üçün. Tanrının niyyəti, ideyası bundan ibarətdir, bunu bizə verəndə. Amma biz özümüzü bədənlə eyniləşdirməklə
və özümüzü ruhi şəxsiyyət kimi dərk eləmək paralel getdiyinə görə bizim ağlımız ya birinci ya ikinci təsəvvürümüzün təsiri altına düşür. Özümüzü bədənlə eyniləşdirmək təsəvvürümüzün təsir altına düşəndə biz ağlımızı istifadə edirik ancaq bədənin hisslərinə həzz verməyə. Bədən həzz almaq insan həyatının mənasıdır və biz bədənimizin hisslərinə həzz veririk. Bildiyiniz nətəri? Gözlər, ağız, burun, qulaq, cinsiyyət orqanı həzz verir onlara. Və bununla ağlı nəzarət eləmək qeyri-mümkündür. Çünki bədən hisslər ağıldan aşağı mövqe tuturlar. Ağıl bədəndən hisslərdən qüdrətlidir. Bildiniz, bunda insan süni nəzarət qaydalarından başlayır istifadə eləməyə. İnsan başlayır bu bədənini ağlına nəzarət eləmək üçün başlayır. Pis vərdişlərlə dolur, pis adətlərlə dolur, pis keyfiyyətlərlə dolur. İnsan siqaret çəkir, içki içir, bihuş edici maddələr qəbul edir, narkotik maddələr qəbul edir, heyvan öldürüb ətini yeyir, cinsi əlaqəyə aludəçilik eləyir, dünya malına aludəçilik eləyir və s. Bütün bu cismani negativliklərin hamısı insanda başlayır, başa qaldırıb irəli gedir. Haçan ki, insan ağlına süni nəzarət, bunların hamısı ağla süni nəzarətdən törüyür. Amma ağla təbii nəzarətin yolu bu, ağıldan qüdrətli olanın iradəsini həyata keçirəndə baş verir. Ağıldan qüdrətli olan ruhdur, ruh ondan da yuxarı Allahdır. Haçan ki, ağıl ruhun, insan ruhunun və bir də Allahın ali iradəsini həyata keçirməklə məşğul olanda, onda insan ağlına nəzarət edə bilir, iqtidarında ola bilir. Bildiniz, bu mənada indi bu güzəştli prinsipləri, güzəştli qaydaları insanlar özünü bədənlə bu ət, sümük, qan, sidik, nəcis birləşməsi ilə eyniləşdirən insan bu güzəştli prinsipləri, güzəştli qaydaları əlinə bayraq eləyir. Bu bizimdir, bu mənəm, bu da mənim dinimdir, bu həyatımda müsəlman doğulmuşam, gələn həyatında xristiyan doğularsan. Bu birisi həyatında yəhudi doğularsan. Bu həyatında türksən, gəlirsə həyatında russan. Bu reinkarnasiyadır və bu danılmaz bir dənə bilikdir. İnanc deyil ki, mən inanıram reinkarnasiya, kimsə üçün inanmıram. Buna bənzəyir ki, mən deyəsən 2 vuraq 2 4 eləyir. Kimsə desin mən buna inanıram, kimsə desin mən inanmıram. Sən inandın da inanmadın, 2-ni 2-yə vuranda 4 eləyir. Başa üstüz nətəri? Bu dərəcədə bu reinkarnasiya bir elmdir ki, sən buna bu inanc deyil. Bu faktdır, bu dəlildir, bu sübutdur, bu göz qabağında olandır. Yəni ki, biz nisbi həqiqətdir. Bu həyatımda doğulmuşam Azərbaycanda və yaxud da ki, Ərəbistanda deyirəm müsəlmanam. Gələn həyatımda ki, Rusiyada doğulsam, İngiltərədə doğulsam, deyəcəm mən xristiyanam. Bu belə də baş verir. İnsanlar bir həyatında bir dindədirlər, o birisi həyatında başqa dindədirlər. Bir həyatında bir millətdəndir, gələn həyatında başqa millətdəndir. Keçmiş həyatında türkçü idi, bu həyatında rusdur, gələn həyatında ingilisdir. Bunlar görürsünüz, mənsubiyyətlə əlaqədar olan həqiqətlər görürsünüz, nə qədər nisbidir. Və bunu nətəri əbədi olan Allaha, əbədi olan ruha və onların arasındakı əbədi sevgi ilə bərabər tutmaq olar. Buna görə dinlər, Hinduizm dini, İslamizm, Xristianizm, Buddizm və s. bu birisi izm, o birisi izm, bunların hamısı insanların bax beləcə nisbi həqiqətlərindən ibarət olanlardır. Nisbi həqiqətləri insan əlində nətəri bayraq eləməyi, bununla insan həqiqəti, real həqiqəti dərk edə bilməz. Bizdə həqiqi o mütləq həqiqəti, ali həqiqəti dərk eləməyincə, başa düşməyincə qədər bizim burada doğuluş ölümümüz davam eləyəcəkdir. Ölürsüz dirildirik, ölürsüz dirildirik. Ta Rəbbimizə çatana qədər. Rəbbə, Allaha yetişmək üçün deməli insan bu doğuluş ölüm dövranından çıxmalıdır. Bu doğuluş ölüm dövranına Azərbaycan dilində çərxi fələk. Bu doğuluş ölüm dövranına sanskrit dilində deyirlər samsara. Buna deyirlər karma və reinkarnasiya. Və bu doğuluş ölüm dövranından çıxmaq üçün insan gərək özünün bədəndən fərqli olduğu, ruhi təbiətli canı olduğunu başa düşsün. Allahın ali şəxsinə sədaqətli xidmətin nə olduğunu başa düşsün, özünü tamamilə Tanrıya həsrləsin. Allaha sevgi. Allaha sevgiyi bütün bu söhbətlərimizin hamısını, bütün bu dini məsələlər, yoga məsələləri, bütün müdriklər, bunlar, bütün müdrikliklər, bütün dahilərin çıxışları, nə qədər var, bunların hamısının son məqamı odur ki, bizim qəlbimizdə Tanrıya qarşı sevgi var. O sevgini dirçəltməyincə qədər insan bu dünyada rahatlıq tapmır, məmnunluq tapmır.
Nə dində, nə yoqada, nə fəlsəfədə, nə bilikdə, heç nədə insan rahatlıq tapmır. Çünki sevgi ruhun yeganə qidasıdır və yeganə var dövlətidir. Sevgidən üstün ruhun heç nəyi yoxdur. Bizim ruhi canadlı şəxsiyyətimizin. O sevginin də obyekti Tanrı Allah Ali şəxsdir. Tanrıya yönəltməyincə qədər o sevgini biz burada rahatlıq tapmırıq. Bunu da insan əqli mühakimələrlə elə bilməz. Yəni ki, insan istədiyi kimi qidalansın, bədənini istədiyi kimi saxlasın, istədiyi kimi qidalandırsın və bu vaxtda da özünün ruhi təbiətini dərk eləsin, qeyri-mümkündür. Mən dedim sizə, yemək, yatmaq, seks, özü qorumaq ancaq bədənin tələbat və ehtiyaclarıdır. Ruhun bunlarla heç bir alıb verəcəyi yoxdur. Yəni bizim ruhi can adlı şəxsiyyətimizin nə yeməyə ehtiyacı var, nə yatmağa ehtiyacı var, nə seksə ehtiyacı var, nə də qorxu hissi var. Bunlar hamısı bədənin tələbatlarıdır. Bədən 180 dərəcə təbiət etibarilə ruha əksdir. Bədən doğulur, xəstələnir, qocalır, ölür. Ruh nə xəstələnmir, nə qocalmır, nə ölmür, nə də doğulmur. O əbədidir. Əbədiyyətin sakinidir. Burada da əbədiyyət mövcuddur. Əbədiyyət hər yerdədir. Mən söhbətimin əvvəlində bunu demişəm. Ona görə bədənlə ruhun təbiəti bir-birinə zidd olduğuna görə mən özümün ruhi şəxsiyyətimi dərk etmək istəyirəmsə, deməli mən bədənimin tələbat və ehtiyaclarını məhdudlandırıram. Onları mədəniləşdirirəm birinci. Birinci onları mədəniləşdirmək lazımdır. Nəcibləşdirmək lazımdır. Bu bütün dinlərdə qoyulmuş qaydaların, qanunların, çərçivələrin, məhdudiyyətlərin arxasında duran bax budur. Yəni insan özünün bədən tələbat və ehtiyaclarını mədəniləşdirməlidir, nəcibləşdirməlidir. Ki onu minimuma endirsin. Niyə? Ona görə ki bu imkan verir ki onun ruhi təbiəti dirçəlsin. Bu insanın ruhi təbiətini. Çünki bunlar bir-birinə 180 dərəcə əks təbiətlidir. Bunun qayğısına qalırsan o irəli gedir, o geri gedir. Onun qayğısına qalırsan bu geri qalır. Yəni sən ruhi təbiəti qayğısına qalanda bədənin tələbat və ehtiyacları minimuma gedir. Ona görə möminlər, müqəddəslər çox sadə həyat sürürlər. Yüksək düşüncə, sadə həyat insan həyatı demək. Və əksinə, təmtəraqlı həyat primitiv düşüncənin əlamətidir. Təmtəraqlı həyat primitiv düşüncənin əlamətidir. Ona görə də qoyulmuş qaydalar bizim yeməyimiz. Məsəl üçün, yemək, deməli bu qaydalarda 3 əsas nədən keçir? 3 əsas enerjidən. Tanrı 3 dənə qlobal iş görür burada. Nəyisə yaradır, nəyisə saxlayır, nəyisə dağıdır. Haçansa yaradır, haçansa saxlayır, haçansa dağıdır. Düzdür, 3 dənə qlobal proses var. Bu qlobal proseslərin yaranış, saxlanış, dağılış prosesləri maddəyə aiddir, cismə aiddir. Ruh heç vaxt yaradılmır, saxlanılmır, dağıdılmır. O əbədidir. Biz əbədiyyətin sakinləriyik. Yəni söhbət əgər yaranışdan, saxlanışdan, dağılanışdan gelsə, o demək ki, bu söhbət gedir nədir? Tanrının illüzyon enerjinin fəaliyyətindən. Düzdür, illüzyon enerji zamanın hökmü altında yaradır, zamanın hökmü altında saxlayır, zamanın hökmü altında da dağıdır. Bunların hərəsinin ayrıca avataraları vardır. Hərəsinin ayrıca Tanrının xüsusi avatarları, şəxsiyyətləri var ki, bu iş prosesə nəzarət edirlər. Ona görə də bu iş prosesin içində saxlanma prosesində Tanrı özü şəxsən nəzarət edir, qoruyub saxlamaq. Yaratma ilə dağıtmaya isə mələklər baxırlar. Bunu bilək. Və ona görə də bizim bu təbiətimizdə ehtiras yaradandır, cəhalət dağıdandır, xeyirxahlıq isə saxlayandır. Yaradan enerjinin adı ehtirasdır, dağıdan enerjinin adı cəhalətdir. Biz bunlar hamısı, bundan izaha ehtiyac yoxdur məncə. Saxlayan enerjinin adı xeyirxahlıqdır. Bu, bütün dini sistemlərə aid olan məsələdir. Fərqi yoxdur. Yəni, dini sistem əslində bir dənədir. Mən bunu şərti olaraq deyirəm. Bir dənə Allah var, onun bir dənə dini var. Ona görə cəhalətlə ehtiras bunların təsiri insana imkan vermir ki, o insan özünün ruhi şəxsiyyətini cisimdən fərqli olduğunu dərk edə bilsin. Cəhalətlə ehtirasda bilik yoxdur. Bilik ancaq xeyirxahlıqdadır. Xeyirxahlıq günahsına yüksəlmək lazımdır ki, insan bilik əldə eləsin. Və biliklə insan bədənin 9 qapısını nurlandıranda o xeyirxahlıqda bərqərar olur. Tanrıya getmək üçün, yaxınlaşmaq üçün, özünün ruhunu tərk eləmək üçün insandan tələb olunan təmizlik deyilən bir şey var. Paçlıq deyilən bir şey var. O da xeyirxahlıqdan keçir, xeyirxah olmaqdan, xeyirxahlıq enerjisindən keçir.
Onun üçün deyir ki, bədənin 9 qapısı var. Yoga elmi deyir ki, bədənin 9 qapısı var. 2 göz, 2 burun, 2 qulaq, ağız, 7, anus genitali 9. Bu 9 qapıdan girib çıxanlara nəzarət eləməyən insan həmişə cəhalət və ehtirasın təsiri altında olur. Cəhalətlə ehtiraz biliksizlik deməkdir. Cəhalətlə ehtiraz istirab deməkdir. Cəhalətlə ehtiraz adından göründüyü kimi cahillik deməkdir. Cəhalət cahillik deməkdir. Biliksizlik. Ehtiras da ancaq şəhvani həzlər deməkdir. Şəhvani, cismani həzlər. Bunlardan ikisindən üstün duran xeyirxahlıqdır. Xeyirxahlıq bilik deməkdir. Bilik mən bu bədən deyiləm, ruhi canım deməkdir. Bu cür biliyi ağzın, qulağın, gözün, qırağına gözətçi kimi qoyanda o ağızdan, gözdən, qulaqdan girib çıxanları nəzarət edir. Bu cür bilik. Nə? Mən bədən deyiləm, ruhi canım. Və o nəzarət edir, görür mənim ağzımdan, qulağımdan, gözümdən girənlər mənim ruhumun rifahı üçün girib çıxır. Yoxsa yox. Bu, İslam elminin, peyğəmbərlər elminin, imamlar elminin, yogalar elminin, müdrişlər elminin, Veda elminin, bütün elmlərin bunların hamısının çatdırmaq istədiyi məsələdir bu. Hamısında nəzarət vardır. Hamısında qaydalar vardır. Bu cür danış, bu cür danışma. Bunları ye, bunları yemə. Bu şeylərə bax, bu şeylərə baxma. Bu şeylər haqqında düşün, bu şeylər haqqında düşünmə. Bu cür giyin, bu cür giyinmə. Bütün qayda və təlimatlar hamısının ötürü ki, insanı ehtirasla cəhalətin təsirindən xeyirxahlıq səviyyəsinə qaldırmaq. Yəni, cahilliklə, biliksizliklə hissi həz, şəhvani həzlər məqamından yüksəyə bilik səviyyəsinə qaldırmaq. Bilik nədir? Mən bu bədən deyiləm. Mən ruhi canam. Bax, budur bilik. Budur bilik. Bu cür biliyi olmayan insan biliyi yoxdur. O nə ilə məşğul olsun? Hansı dinlə məşğul olsun? Hansı fəlsəfə ilə məşğul olsun? Əgər insan özünü bədənlə eyniləşdirirsə, o insan biliyi cəhalətin nə idi? Bu və digər formasıdır. Cahilliyin bu və digər formasıdır. İnsan özünü ruhi, təbiətli şəxsiyyəti ilə eyniləşdirməlidir. Buna görə də özümüzü bax beləcə bədənimizlə eyniləşdirməyimiz Tanrının ideal biliyindən, transendental biliyindən, ruhi biliyindən, əbədiyyətin biliyindən, bizim ruhi şəxsiyyətimizin təbiəti barədə biliyindən güzəştə gedir bizə. Güzəşt bədənini özü ilə eyniləşdirənə güzəştdir. Səmavi dinlər, səma sözün tərcüməsi cənnət deməkdir. Cənnətə dəvət edən dinlər. Cənnət mələklərin əlindədir. Mələklərin nəzarətindədir. Allah ali şəxsin yox. Əks-halda Həzrəti Əli əleyhissalam cənnətdən imtina eləməzdi. Ya da Rabiyə. Düzdür? Ona görə də bu biz güzəştdir. Və güzəşti biz biliksizliyimiz ucbatından güzəşti haqqımız elan edirik. Güzəşti insan haqqı elan eləyəndə o həddini aşanlardan olur. Və müqəddəs kitabda deyir ki, həddini aşanlara Allahın mərhəməti cəza kimi gələr. Mərhəmətdir, amma bu onu cəza kimi qəbul edir. Çünki həddini aşanlardır. Həddini kim aşır? Güzəşti haqqı kimi qəbul edənlər. Güzəşt nədir? Bizim fiziki bədənimiz bizə güzəştdir Allah tərəfindən. İndi o da olsun ki, bədənə aid olan hər bir şey. Bədən özü, maddi bədən özü bizim ruhi canadlı şəxsiyyətimizə Allah tərəfindən güzəştdir. Yəni, ona görə də biz bunu uzun müddət bu içində qala bilmirik. Bir müddətdən sonra haçan verir, haçan alır, heç bizim xəbərimiz olmur. Haçan verilir bizə, haçan əlimizdən alır, heç bizdən soruşmurlar. Düzdür bədən. Bu güzəşt xarakterdədir. Bizə nədə güzəştə gedilir? Özümüzü Allah elan eləməkdə, həzz alan elan eləməkdə. Və məndir və mənimdir deyirik. Ölənə qədər deyirik, bu mənəm, bu da mənimdir. Öləndən sonra heç nə qalmır əlimizdə. Düzdür? Amma bu iddia ilə yaşayıb, bu iddia ilə də ölürük. Dinə də gələndə insanlar deyirlər ki, bu mənəm, bu da mənimdir. Bu bizik, bu da bizim dinimizdir. Bildiniz nə? Bu həmən o kateqoriyadandır. Haçan insan özünü ət, sümük, qan, sidik, nəcis birləşməsindən ibarət olan bədənlə eyniləşdirir. Bunların hamısının ən ali məqamı nədir? Əslində bütün bunların hamısının üstündə duran, ya dərin fundamentində oturan nədir? Bu, Tanrıya xidmət eləməkdir. Allah ali şəxsə xidmətdir. Allah ali şəxsə sədaqətli xidmətdir. Təmənnasız, sevgi naminə. Allaha sevgi naminə, Allahla özü arasında olan sevgi münasibətlərini bərpa eləməyincə qədər geriyə, əzəli mövqeyimizə qayıtmaq yoxdur. Qayıtmırıqsa da biz burada ancaq dövran eləyirik, doğuluş ölüm dövrəndə, çərxə fələkdə. Bütün bunların hamısının ən dərin fundamentində duran prinsip budur. Amma
bu prinsipi unudanda, bu prinsipi bilməyəndə, bu barədə biliyimiz olmayanda, insan ancaq güzəştli prinsipləri qəbul edir, əlində bayraq eləyir, onları həyatın məqsədinə çevirir. Dini məqsəd edir, Allahı yox. Bildiniz, dini məqsəd edir, Allahı yox. Dinə bağlanır. Dini mənsubiyyəti əlində bayraq eləyir. Çünki bədənlə özünü eyniləşdirməkdə davam edir. Axı, mən bu bədənəm. Çünki bütün mənsubiyyətlər bədənə aiddir. Milli mənsubiyyət, dini mənsubiyyət, cinsi mənsubiyyət, irqi mənsubiyyət, coğrafi mənsubiyyət, sosial mənsubiyyət. Bütün mənsubiyyətlər insan ət-sümük, konsillik, nəcis birləşməsinin belə olan bədəninə aiddir. Ruhun heç bir mənsubiyyəti yoxdur. Allahın da heç bir mənsubiyyəti yoxdur. Sevginin heç bir mənsubiyyəti yoxdur. Xoşbəxtliyin heç bir mənsubiyyəti yoxdur. Həzzin heç bir mənsubiyyəti yoxdur. Bunların heç bir mənsubiyyəti yoxdur. Bunlar hamısı ruhun, Allahla ruhun arasında olan dəyərlər sistemidir. Və bu bütün təlimlərin hamısının canı bu deyilmi? Məqsədi bu deyilmi? İnsanı xoşbəxt eləmək. Sevginin, sevincin heç bir mənsubiyyəti yoxdur. Və yəni ki, yoga sisteminin, özü dərk etmə sisteminin, dini sistemlər insana vermək istəyi, çatdırmaq istədiyi dəyərlərin mənsubiyyəti yoxdur. Və Allahla ruhun heç bir mənsubiyyəti yoxdur. Heç bir kim deyə bilməz ki, müsəlman Allahı, xristiyan Allahı, müsəlman ruhu, xristiyan ruhu və s. Hindus ruhu. Belə şey yoxdur. Bunlar hamısı bədənə aid olan şeylərdir. Bu güzəştli dinlər də yenə də bizim özümüzün bədənlə eyniləşdirmək iddiamıza Tanrının nədir? Reaksiyasıdır. Güzəştli dinlər. Güzəştə gedir o bizə. Yaxşı. İsa aleyhissalam deyir, nə evlənin, nə də ərə gedin. Gedin Allaha xidmət edin, çıxın gedin evizə, əbədiyyətə. Yox görsəniz, dözmürsünüz, onda bir dənəsini alın. Buna nə deyirlər? Güzəş deyirlər. Deməli, qadın-kişi münasibətləri güzəş xarakteri daşıyır. Amma biz cəhalətdə olanda, cahil olanda, yəni biliksiz olanda. Hansı bilik? Mən bədəndə öləm, mən ruhi canam. Budur bilik. Bizim orta məktəbdə oxuduğumuz, universitetdə, akademiyada oxuduğumuz biliklərin heç biri bilik deyil. Onların hamısı mövcud olan analizindən doğan məlumatdır. İnsan onu özünün 4 dənə heyvanın instinktində komfort yaratmaqda istismar edir. Yemək, yatmaq, seks, bir də özü qorumaq. Real bilik isə insan, mən ruhi canam, bədən deyiləm. Allah ali şəxsiyyətli, mən ona əbədi xidmətçisəm, budur bilik. Və biz biliksizliyimizin ucbatından, bu cür biliyimizin olmamaq ucbatından, biz nə edirik? İddialıyıq. Yəni biz biliksizliyimin ucbatından nə edirik? Götürürük bizə olan güzəştliyi haqqımız elan edirik. Elə bil ki, bu bizim haqqımızdır. Başa düşdünüz? Yəni biliksizliyin ucbatından. Güzəştliyi haqqımıza çeviririk. Başa düşdünüz? Deyə bilirik ki, ailə qurmaq, evlənmək bu bizim haqqımızdır. Və insan güzəştli haqqına çevirəndə utancaqlığından məhrum olur. İnsan sırtıq olur. Sırtıqlıq gəlir insanın həyatına güzəştli haqqına çevirəndə. Bildiniz? Güzəşt insan onu utana-utana həyata keçirir. Özünüz bir fikir verin ki, məsələn, nəsə güzəştə gedirsiniz. O adam sizin qabağınızda utana-utana, çəkinə-çəkinir ki, güzəştdir bu. Budur. Milli adət-ənənələrdə, dini adət-ənənələrdəki insanları abıra, həyaya, utancaqlığa dəvət edən məsələnin də Allah arxasında duran bax budur. Nə? Allahın güzəşti. Tanrı bizə bədənimizin özü bizə güzəşdir. O da olsun bədənə aid olanlar. Başa düşdünüz? Amma biz onların hamısını haqqımız kimi qəbul edirik. Bax, belə olanda insan dini ön plana çəkir. Dini, niyə gör ki, dində orada güzəştli prinsiplər hamısı. Və o güzəştlik haqqına çevirir. Güzəşt olur onun haqqı. Bunu bizə Allah haqqı verirdi. Bugünkü gündə heyvan öldürürlər. Xristiyanlara deyib ki, öldürmə. Xristiyanlar qədər heyvan öldürən şey yoxdur. Sallaxanalar açırlar, heyvanları öldürürlər kütləvi şəkildə. Bütün böyük şəhərləri təmin edirlər heyvan əti ilə. Amma 10 dənə ehkamın ən güclüsü öldürmə deməkdir. Buddistlərə deyirlər ki, ahimsa. Həzrət Budda dedi ahimsa. Bugün buddistlər yeriyən hər bir şeyi yiyirlər. Nə tərpəşirsə onu yiyirlər. Ta həşəratdan tutmuş da itə qədər hamısını yiyirlər. Düzdür? Hanı buddist? Hanı xristiyan? O xristiyanlara deyir ki, öldürmə, amma onlar öldürürlər. Heyvanları öldürürlər, sonra qadınların bətnində uşaqları öldürürlər, abortla küllü miqdarda, sayısız hesabsız. Bildiniz? Və sonra deyirlər ki, biz xristiyanlıq, biz İsa'nın davamçılarıq. Heyvanları öldürüb ətin. Müsəlmanlara deyirsən ki, bugünkü 1400 ildir Məhəmməd və Əsədullah qaydalar qoyubdur, güzəştli qaydalar qoyubdur. Güzəşdir bunların hamısı. Bax, başa düşürsünüz? Niyə deyirəm ki, Allaha sevgiyə
gəlmək lazımdır. Dinə gəlmək lazımdır ki, dinin hamısı güzəştlərdən ibarətdir ki, biliksiz olanda insan o güzəştlərin hamısının haqqına çevirir. Deyirsən ki, heyvanları öldürüb ətin yemək olmaz. Allah'a sevgiyi, həşərata da sevgi deməkdir. Allah'ın bütün yarattıqlarına. Çünki sən onun, Allah'ı sevən insan onu hər yerdə görür. Ağcaqana da hər şeyə məhəbbətlə yanaşır. Heç bir şeyi gərəksiz ehtiyac olmadan həyatından məhrum eləmir. Sənin nə ixtiyarın var? Yox. Amma bu insan fikirləşir ki, yox, bizə icazə verilibdir. Biz heyvanları öldürüb ətin yeyə bilərik. Başa düşün nətər? Amma bu heyvan öldürüb ətin yemək insana aid olmayan bir şey deyil. İnsana xas olmayan bir dənə qidalanma formasıdır. Mən bir dənə nümunə gətirəm sizə. Bir nümunə gətirdim ailə qurmaqla əlaqədar. Qadın-kişi münasibətləri nədir? Güzəşdir. Amma biz onu kütləviləşdirək, bir dənə, iki dənə arvad alım, üç dənə, dörd dənə, beş dənə arvad alım. O qadından, bu qadından sonra insan yavaş-yavaş buraxır. O nədir? Çərçivədir. Qoyulmuş qayda dini kitabda, müqəddəs kitabda çərçivədir. O çərçivə o demək ki, o çərçivəni daraltmaq lazımdır. Onu daraltmayanda öz-özünə genişlənir. Bildiniz nətər? Çərçivədir. Çərçivə də ondan ötürüdür ki, bizə mərhəmət verilir ki, sən o mərhəmətdən istifadə edib qoyulmuş qaydalara əməl eləməklə tədricən bu pis vərdişdən azad olasan. Yəni buna güzəştin təbiəti budur. Başa düşdünüz? Güzəşdir. Bu çox ciddi məsələdir bu məsələ. Mən istəyərdim ki, kiməsə aydın olmasa sual versin, mən təzədən izah edeyim. Güzəş nədir? Haqq nədir? Bizim bədənimiz bizə güzəşdir. Ona görə də ailə həyatının güzəşdə olduğunu heç kim başa düşmür. İnsan güzəşdi haqqı ilə səhv salanda insan utancaqlığından məhrum olur. Olur sırtıq. Bak bugün bu saat planetin üstündə bizim Bakı şəhərində də getdikcə yavaş-yavaş necə lazımdır sırtıqlıq. Sırtıq mədəniyyət deyirlər buna. Başa düşdünüz? Sırtıq mədəniyyət. Sırtıqlıq nəyə? Qanuna minir. Ruslar deyir, naqlost vторая счастье. Sırtıqlıq ikinci xoşbəxtlikdir. Birinci xoşbəxtlik nədir? Onun əksidir, utancaqlıq. İnsan utancaq olmağı, utancaqlıqla insan kainat qanunvericiliyi və son nəticə Allaha deyir ki, Allahım mən etiraf edirəm ki, sən mənə güzəşdə getmisən hər şey. Mən bu bədənim də güzəşdir. Bədənə aid olanlar da hamısı güzəşdir. Amma mən bu güzəşdi yadımdan çıxardıram, eləyirəm bunların hamısı haqqım. Onda həddimi aşanlardan oluram. Və Allahın mərhəməti bundan sonra belə insana ancaq cəza kimi gəlir. Bu müqəddəs kitabdandır. İndi heyvanların ətini öldürüb yemək insan qidası deyil. İnsan bütün bədənin strukturası insan göstərilir ki, alimlər də bilir, biyologlar da bilir ki, insan bədəni qurulubdur. Ancaq meyvə-tərəvəzlə qidalanmaq üçün, meyvə-tərəvəzlə, süd məhsulları ilə qidalanmaq üçün bu xeyirxahlıq keyfiyyəti insanda inkişaf elətdirir. Bu cür qida. Onsuz da bizim bədənimizin qida ancaq bədənə aiddir. Ruhun qidaya ehtiyacı yoxdur. Demək, ruhun dirçəlişi üçün bədənin tələbat və ehtiyacları nəcibləşdirilməlidir. Nəcibləşdirilmək üçün də insan cəhalət ehtirasından qaldırmalıdır o qidanın xeyirxahlıq səviyyəsinə. Cəhalətin ehtirasının qidası ət məhsulları, yumurta, balıq, bifşedici maddələr, spirtli işçilər, siqareti, qara çaydır, kofedir, soğandır, sərımsaqdır, canım sizə desin. Bugün qidalanların hamısı düzdür. İnsan bunların hamısıyla necə lazımdır qidalanır, sonra deyir ki, mən Məhəmmədin davamçısıyam. Deyir ki, mən İslamdayam. Başa düşün, nətəri? Sən nətəri bundan sonra hansısa bir dənə yüksək bir şeyi dərk eləməkdən danışa bilər insan. Başa düşməkdən danışa bilər. Nəyisə mən başa düşürəm. Onda nə yamandır? O türklər demişdir, yazıqlar olsun o dinə, o peyğəmbərə, o yazıya, kitaba ki, insan qoyulmuş qaydaları pozmaqla yenə də özünü məxsusluğundan dəm vursun ki, mən elə müsəlmanam. Mən Məhəmmədin davamçısıyam. Bu, özüm onun qoyduğu məqama yüksəldə bilmirəm, amma onu dartıb salıram öz səviyyəmə. Sən demə, bunları eləyə-eləyə də müsəlman olmaq olar, ya xristiyan olmaq olar. Mən xristiyanam. Səhərdən axşama qədər heyvanlar öldürürəm, qadınların da bətnində uşaqlar öldürürəm və mən İsa'nın davamçısıyam. Sən demə, bunları eləmək də olar, amma xristiyan da qalmaq olar. Sən demə, bunları eləmək də olar, müsəlman da qalmaq olar. Buna deyirlər nə? Buna deyirlər, özüm qalxa bilmədiyim məqamı dartıb salıram öz səviyyəmə. Başa düşdünüz? Bu da nədir? Bu da təlimi aşağılamaqdır. Başa düşdünüz əslində. Ya da ki, deyirsən ki, sənin təlimi gücü yoxdur. Peyğəmbərə deyirsən ki, sənin təlimi gücü yoxdur. Sənin təlimi gücü olsaydı, niyə görə mən 1400 ildən sonra hələ də heyvan öldürüb ətin yeyirəm. Hansı ki, orada heyvanları öldürüb ətin yeməsi Vedalarda da elə qoyulub ki, ciddi şəkildə. Tanrıya buyurulmadan heç nə yeyilmir. Tanrıya buyurulmadan, indi hansı heyvan
hansı heyvan öldürənlər Tanrıya buyururlar. Şəhərləri təmin edən sallaxanalarda öldürülən küllü miqdarda heyvanlar Tanrıya buyurulur. Siz deyirsiniz ki, bu söhbətlərin mövzuya nə dəxli var? Bu söhbətlərin mövzuya bilavasitə dəxli var. Çünki Tanrıya sevgi tamamilə başqa əhval-ruhiyyədir. Bildiniz nətəri? Tanrıya sevgidə insan tamamilə başqa cür hərəkət edir. Allah sevgisi hər şeyə olan sevgi deməkdir. Hər şeyə. Həşərata da olan sevgi deməkdir. Bitkiyə də olan sevgi deməkdir. İndi kütləvi sürətdə sallaxanalarda heyvanlar öldürülür, böyük şəhərlərə saxlayırlar. Upakovkalarda qəşəng pükülmüş ətlər, kalbasalar, saskalar, dönərlər yeyirlər. Və kimi də dindirsən, deyir mən müsəlmanam. Əsas odur ki, sən denə mən müsəlmanam. Ondan sonra nə istəyirsən, ged elə. Get siqaret çək, get içki iç, get çay iç, kofe iç, buş edici məddələr qəbul elə. Get heyvanları öldür, kabab çək, özün üçün yet, denə ki, mən müsəlmanam. Mən Məhəmməd mənim peyğəmbərimdir, Quran mənim kitabımdır, Allahımızdır və salam. Başa düşün nətəri? Bunların hamısı nədir? Bunların hamısı demək ki, mən aşağılayıram o Peyğəmbəri də onun kitabında, təlimində aşağılayıram, dartıram, sarıram öz səviyyəmə. Başa düşdünüz? Yerdə qalanlara deyirəm ki, yerdə qalanların hamısına deyirəm ki, elə belə də olmaq olur. Elə budur da, bundan o tərəfə bir şey deyil. Bildiniz? Belə bundan o tərəfə bir şey deyil. Amma bu deyil axı. Bu deyil. Peyğəmbərin təlimi mükəmməl bir təlimdir. Orada qoyulmuş qaydaların hamısına sən insan düzgün əməl edəndə insanda sağalma baş verir. Necə həkim diaqnoz qoyursa, o diyeta da təyin edir və o dərman da verir. Diaqnoz, diyeta, dərman. Bunlardan üçündən biri olmasa xəstə sağalan deyil. Düzdür? İndi sən dərmanı udursan, diyetaya əməl eləmirsənsə, dərmanın təsiri olmayanda gəlirsən həkimin üstünə ki, sən yaxşı həkim deyilsən. Mən sağalmıram axı. Bildiniz nətər? Deyirsən axı diyetaya əməl eləmirsən. Gördünüz? Diaqnoz, dərman, diyeta. Bu üç dığdan biri olmasa xəstə sağalan deyil. Eləcə də Peyğəmbər ruhun həkimidir. Bizim ruhumuz nəyinə xəstədir? Özün bədənlə yerləşdirməklə. Özün unutqanlıq şeyinə qərq olubdur, həhval-ruhiyyəsinə. İndi bunu geri qaytarmaq işinə Peyğəmbər baxır. İmam baxır, ustad baxır. Düzdür? O da gəlir, diaqnoz deyir. Diaqnozun budur, dərmanın budur, diyetan da budur. İndi buna əməl eləmir insan, amma elə danışanda deyir ki, biz müsəlmanıq, biz müsəlmanıq, bizim Peyğəmbərimiz Məhəmməddir. Amma Məhəmməd Peyğəmbərin dedikləri nəsiyyətlərin heç birini əməl eləmir. Əgər sən zəifsənsə, gücün çatmırsa, bu başqa məsələ. Onda bunun üçün də qayda var. Bunun üçün qaydalar külliyyatında deyirlər elə dini qaydalar külliyyatı. Nə? Buna deyirlər insan cəhd edir, insan dua edir, insan yalvarır, insan xahiş edir hər gün. Buna deyirlər gündə 5 dəfə namaz qılmaq. Yalvarır, dua edir, xahiş edir ki, mən özümdən bacarmıram. Mənim iradəm yoxdur, bütün pis vərdişlərimdən yoxa qutarım. Əgər sənin həyatında bu da yoxdursa, onda da sən nətər belə insan iddialı ola bilər ki, biz müsəlmanıq, biz xristiyanıq, biz hinduslar məsəl üçün türlü miqdarda biliyə malik ola mələklərə ibadət edirlər. Qaneşdir, Şivadır, Durqadır. Bunlara deyirlər Allah Ali şəxs Krishnadır. Sən Allah Ali şəxsi qoyub nə görə mələklərə dua edirsən? Yox. Krishna bunlara var dövlət vermir, amma mələklər verirlər. Ona görə bunlar səhərdən axşama qədər bütün Hindistan əhalisi mələklərə sitayiş edirlər. Allaha bərabər. Buddistlər buddistik biz. Amma yeriyən hər bir şey yeyirlər. Hansı ki Budda əleyhissalam dedi ki, ahimsa, zorakılıq eləmək olmaz. Yəni heç kimi öldürmək olmaz. Öldürmə prinsipi bütün dinlərdə vardır. Amma hamı öldürür, başa düşün nətəri. Ona görə də insanların dini mənsubiyyətlərini qəbul eləmək və onları da özlərinin səviyyələrinə dartıb salmağı Allah sevgisi deyil hələ. Yəni bu hələ uzaqdır hələ bu dinin real məqsədindən, peyğəmbərlərin təbliğatından. Peyğəmbərlər heç bir din gətirməmişdi. Nə Məhəmməd Fəsatullah din gətiribdi, nə İsa əleyhissalam din gətiribdi, heç biri. Düzdür? Onlar sadəcə olaraq tək Allahın mütəbər nümayəndələrdirlər. Hər dəfə eyni bir fikri gəlirlər, xatırladırlar, gedirlər. Hər dəfə eyni bir sözü. Çünki Allahın instruksiyası, Allahın iradəsi, Allahın istəyi axı dəyişmir. Həmişə eynidir Allahın istəyi. Nədir? Bu maddi dünyada, bu dünyada həbsxanada, əbədiyyətin bu həbsxanasında olan bizim kimi canları geri qaytarmaq. Sonunda dərgahımda cəmal olsun. Bundan başqa iradəsi yoxdur. Və bu heç vaxt dəyişmir. Əgər bu dəyişmirsə, təzə dindən söhbət gedə bilər. Yox. Peyğəmbərlər də, imamlar da hamısı eyni bir söhbəti gəbilirlər də. İnsanlar ona cürbəcür don geyindirirlər. İnsanlar onlara cürbəcür özlərinin əlavələrini edirlər. Adını da qoyurlar. Dini mənsubiyyət.
Bizim dinimiz budur, onların dini budur. Bizim dinimizdə bu şeylərə icazə verilir, onların dinində bu şeylərə icazə verilir. Bunlar hamısı ikinci, üçüncü dərəcəli məsələlərdir. Birinci dərəcəli məsələ qıraqda qaldığına görə insanlar tək olan Allahdan və ona sevgini əhəmiyyət vermirlər. Ancaq mənsubiyyətə əhəmiyyət verirlər. Mənsubiyyətə. Sən bu İslamı qəbul elədi. Bu xristianlığı qəbul elədi. Bu hinduizmi qəbul edirdi. Bu və s. başa düşün nətər? Bu cahillikdir, bu cəhalət əlamətidir, bu biliksizlik əlamətidir. Amma o böyük bir müdrik, böyük bir dövrümüzün böyük şəxsiyyətlərindən biri, fərqi yoxdur. Mən adını demirəm, ona görə ki, mənim üçün onlar hamısı eynidir. Böyük müdrik, müqəddəs, mömin şəxsiyyətlərdən biri deyir ki, mən deyir, Avropadan düşdüyüm ayaqyalın, ayaqla, heç bir nəqliyatsız, piyada. Düşdüm Avropa ölkələri ilə gəzə-gəzə, gəldim Yunanistandan, Türkiyədən, Suriyadan, İraqdan, İrandan, Əfqanistandan, Pakistandan keçə-keçə düz gəldim, çıxdım Himalay dağlarına. Nə həqiqət axtarıram, Allah axtarıram. Birinci nətər. Və deyir, yol üstü hər bir keçdiyim yerin müqəddəs yerlərinə baş çəkirdim. Müsəlman ölkəsindən keçəndə məscidlərə girirdim, itayət edirdim, sual verirdim, cavab alırdım. Xristiyan kilsələrindən keçirdim, İsraildə Yahudilərin sinagoguna girirdim və s. Bax, beləcə gəldim, çıxdım Himalay dağlarına. Getdim, oturdum orada əqrəblərlə ilanların arasında meditasiya ilə məşğul olan yoqların böyründə oturdum, başladım meditasiya eləməyə. Ki, mən oyanış istəyirdim, oyanmaq istəyirdim, mən Allaha həqiqəti axtarırdım. Deyir, bax, beləcə günlərin bir günü çayın qırağında bir dənə uzun saqqallı bir yoga meditasiya ilə məşğul olan müdriki gördüm. Yavaşca gəldim, oturdum onun böyründə. Meditasiyadan çıxandan sonra ona sual verdim ki, sizin çox dərin bir ənənəniz, fəlsəfəniz vardı. Bu Hindistan xalqında, Hindistandayım deyir. Sizin çox böyük, dərin, böyük tarixə malik bir dənə ənənəniz var, elminiz, biliyiniz var, müqəddəs kitablarınız var. Necə olur ki, siz gənc, son vaxtlar yaranmış dinlərə də özünüzdə böyük məmnuniyyətlə yer verirsiniz, qucaq açırsınız onlara da. Sonuncu gələn dinlərə. Necə olur siz buna gedirsiniz? Deyir, o mənə siz nə cavab verdi? O mənə dedi ki, it yiyəsini hansı libasda gəlsə tanıyacaqdır. Mən də əlavə edirəm ki, hətta çılpaq da gəlsə belə. Bunu da mən əlavə edirəm. O deyir ki, it yiyəsini hansı libasda gəlsə tanıyacaqdır. Əgər mən öz sahibkarımı bu və ya digər libasda tanıya bilmirəmsə, mən o itdən pisəm, mən hələ o itdən öyrənəsi çox şey vardır. Gördünüz nə demək? Yəni nə demək istəyir? Deyir ki, dinin məqsədi Allahdır. Əgər sən Allahı tanıyırsansa, sən onu hər yerdə görəsən. Sən onu tanımırsansa, sən özündə də heç tanımırsan, ayşarda da görməyəsən onu. Sən buna deyirlər, bax, dinə bağlanmaq, dini qəbul eləmək, amma Allahdan xəbərsiz. Bu səbəb olur ki, insanlar hələ də bu və ya digər dini mənsubiyyətlərini neyinirlər, vurğuluyurlar, xüsusi vurğuluyurlar. Bizim dinimiz, sizin dininiz. Hansı ki, bir Allah vardırsa, 12 dənə dini məntiqə də sığışmır. Bir Allahın bir dənə də dini vardır. Dəyişən nə varsa, o insan əməlidir. Allahın yaratdığını, Allahın elədiyini heç kim dəyişə bilməz. Alov spiçkanı yandırırsan, alov yanır. O, yandırmaq qabiliyyətinə malikdir. İnsan onu dəyişə bilər, yox, Allahın qanunudur. Onu dəyişə bilmirsənsə, Allahın qanununu insan nətər dəyişə bilər? Allah, necə deyirlər, Allahın qanununu dəyişməyə qadirdirsə, insan onda nə Allah oldu? İnsan hansı Allahın qanununu dəyişməyə qadirdir? Xəstələnmək, qocalmaq, ölmək qanunu, doğulmaq qanunu dəyişə bilər. Karma qanununu, əməllərinə görə əks reaksiya gəlirsə, kim onu dəyişə bilir? Heç kim. Hamı bəyəm o taleyinin yaratdıqlarının əks təsirinin altında yaşamırmı? Nəsə onları dəyişə bilərsiniz? Mümkündür, düzdür. Bir dənə Allahın, bir dənə dini var. O bir dənə dinin adına nə deyirlər? Sevgi deyirlər. Allaha sevgi. Ondan başqa din yoxdur. Müdüriklərdən birindən soruşurlar ki, müxtəlif ənənələrin nümayəndələri nətər bir əsasda birləşə bilər. Deyir, bəyəm Allah ali şəxsə sədaqətli xidmətdən başqa ənənə var. Sədaqətli xidmət nə deməkdir? Sədaqətli xidmət. Xidmət sözü sanskrit dilində sevadır. Azərbaycandakı sevgi sözüdür. Sevgi sözü, sözün kökü sevdir. Sev sanskrit dilində xidmət eləmək deməkdir. Allaha xidmət eləmək yəni Allahla sevgi yoluna durmaqdır. Xidmət təmənnasızlıqdan keçir. Təmənnasız xidmət, sədaqətlə təmənnasız xidmət. Sədaqət nə deməkdir ki, insan özünün ruh olduğunu dərk edir, bədən olmadığını.
Belə olanda o başına gələnlərin hamısını ruhunun bədəndən bədənə keçərək dəyişə-dəyişə yaratdığı əks reaksiyaların səbəb olduğunu bilir. Belə olanda insan səbir və sədaqət göstərir. Nəyə? Tutduğu yola, qoyduğu məqsədə, seçdiyi müəllimə, hamısına sədaqət göstərir, davamiyyətlə gedir. Bunu deyirlər sədaqətli xidmət. O məqsədi Tanrıya qəlbində sevgini yaratmaqdır. Və bu, bütün dinlərin hamısının fundamentində özlüyün təşkil edəndir. Ona görə də dini qəbul eləməmək, Allaha sevgini qəbul eləmək o deməkdir ki, insan hər məsələnin mahiyyətini, dərin mahiyyətinə diqqət yetirməlidir. Bu məsələnin dərin mahiyyəti nədir? Yəni insan bədəninin əsaslığını qoyursa ortalığa, ruhun yadından çıxardırsa, belə insana cahil deyilmir bəyəm. Mən söhbətimin əvvəlində demədim, belə insana Tanrı deyir ki, uzun qulağa və mala bənzəyir. Özün bədənlə inləşdirən uzun qulağa və mala bənzəyir. Yəni bu şuuru heyvan şuurudur. Ona görə də insan bugünkü gündə ancaq bədənin qarşısına qalırsa, ruhu yadından çıxıbsa, belə insana nə demək olar sizcə? Belə insana deyirlər, heyvanın istiklərlə yaşayan insan. Ancaq onu yemək, yatmaq, seksdə bir də özünü qorumaq maraqlandırır. Vəssalam. Bugünkü gündə təhsil sistemi bunun üzərində qurulubdur. Yemək, yatmaq, seksin komfortlaşdırılmasına deyirlər elmi texniki tərəqqi. Bildiniz? Ona görə də insan dinin ən dərin mahiyyətində duranı qəbul eləməlidir. Sadəcə olaraq onun zahiri abaloçkasını, o zahiri şeyini yox, geyimini, paltarını yox. Ən dərində olan başa düşməlidir. Ki, bu sevgiyə gətirib çıxarmaq üçün, sevgiyə. Sevgi də belədir ki, ya mən sevirəm, ya da sevmirəm. Ya hamını sevirəm, ya heç kimi sevmirəm. Belə deyil ki, seçimli sevgi, vыборочный любовь deyirlər. Seçməklə sevgi, bu sevgi deyil. Çünki orada sənin təmənnan var deməli. Əgər sən seçirsən sevgində, o demək ki, sənin təmənnan var. Bax, bunları sevirəm, bunları sevmirəm. Bax, bunlar bizimkidir, bunlar bizimki deyil. Bu sevgi deyil, bildiniz, bu aldatmaqdır, özünü aldatmaq. Real sevgi odur ki, ya mən sevirəm, ya da sevmirəm. Onun üçün də gərək mən nətəri rəngarəngliyin, müxtəlifliyin, oxşarlığını, eyniliyini verən və rəngarəng müxtəlifliyin eyniliyi, fərqlərin oxşarlığını verən bilik, rəngarəngliyin harmoniyasını verən bilik olmalıdır məndə. Müxtəlifliyin oxşarlığı, fərqlərin eyniliyi barədə bilik, mənə onu verməlidir ki, mən rəngarəngliyin harmoniyasını görüm. Rəngarəngliyin harmoniyasını görmək üçün insan tək bir olan Allahı bütün bu rəngarəngliyin ortasında görür. Bütün bu müxtəlifliyin ortasında görür. Bu açan baş verir. Bu o vaxt baş verir ki, əgər insan özünü dərk etmə yoluna durur. Özünü tanıyan Həzrət Əleyhisselamdır, Allahı tanıyar. Özünü dərk etmə deməkdir. Mən bu bədən deyiləm. Mən ruhi təbiətli canam. İnsan özünü dərk edəndə özünün Allahın əbədi xidmətçisi olduğunun üstünə gəlir ki, mən onun əbədi xidmətçisiyəm. Əbədi xidmətçi sözünün Azərbaycan dilində açıqlayanda alınır sevgili, xidmət sev sözündəndir. Sev. Bildiniz, mən Tanrı ilə mənim aramda sevgi münasibəti vardır. Sən demə, bu məqamdan sonra sən demə, bütün peyğəmbərlər, bütün imamlar, bütün müqəddəslər, bütün dahilər, bütün möminlər, bunların hamısı insanın gözünün qabağında tamam başqa bir işıqda görsənirlər. Başqa cür görsənirlər ki, sən demə, bunların hamısı bir iradənin təbliğatçılarıdır. Sən demə, bunlar hamısı bir dənə Allah ali şəxsin, bir dənə Tanrının xidmətçiləridir. Bildiniz necə? Bu məqama gəlib çatanda insan qəlbində sevgi uyanır, sevgi olur. Yoxsa bu məqama gəlib çatmamsansa sən deyə bilmə, sən birini sevirsənsə o birisini sevmirəm. Bunu sevirəm, onu yox. İnsanları sevirəm, heyvanları sevmirəm. Sərdanışım qədər heyvanları öldürüb ətin yerlər. Dindirəndə deyir ki, biz müsəlmanıq. Biz Məhəmməd və Əsədullahın davamçılardır. Sən nətər Məhəmmədin davamçısın? Məhəmməd və Əsədullah 1400 il bundan qabaq qaydalar qoydu ki, nətər heyvanları öldürmək olar, qurban gətirmək olar. O qurbanın şərtlərini oxuyanda İslam alimlərinin kitablarından mən oxumuşam bunları. O qurbanın şərtlərini oxuyub dərk edən insan ikinci dəfə onu həyata keçirmək istəmir. Üçüncü dəfə. 2 dəfə eləyir, 3-cü dəfə eləmir. Veda biliyində deyir ki, qurban nə deməkdir? Heyvan qurban gətirirsən, Tanrı heyvan qurbanını qəbul eləmir. O bunu tapşırır mələklərə. Mələk də kalidir, kalimay şəhadət, kaliman, kəlmə-i şəhadət, kaliman şahid gətirirsən. O da nədir? Mələkədir. Həzrət Şivanın vedalarda deyir, Həzrət Şivanın zövcəsidir. Sən onu gətirirsən ona qurban. Və o qurban şərtləri var. Karma mimamsa qanunu deyil ona. Karma mimamsa, mimam, mən sənə, sən mənə.
Mən sənə, sən mənə, karma münasib. O qurban şərtləri var. Heyvan qurban gətirəndə onun qulağına xüsusi mantralar, yəni dualar oxunur ki, orada deyilir, onun teksti belədir. Deyir ki, mən sənin indi bədəni əlindən aramayacağam. O şərtlə razılaşırıq ki, gələn həyatında sən mənim bədənimə əl alasın. Vəssalam. Bu dünya əvəz dünyasıdır. Qana qandır. Sən mənə, mən də sənə. Başa düşün, o vaxta qədər ki, mən bu pis vərdişlərimdən imtina eləyib özümü Allah Ali şəxsə xidmət əsir eləməmişəm. Sən mənə, mən də sənə. O cürə heyvan qurban gətirilməsi ayda bir dəfə, bu hələ mağazindən ət almaq, sallaxanalar saxlayıb burada kütləvi sürətdə heyvanları qırmaq hələ bu deməkdir. Hər şeydən ötürü heyvan öldürmək, hər bir şeydən ötürü sünnət eləyirik, heyvan kəsirik, nişan qoyuruq, heyvan kəsirik, əskərliyə geririk, heyvan kəsirik, toy eləyirik, heyvan kəsirik, ölü yas eləyirik, heyvan kəsirik. Elə bir ki, bunların bu belə şeydir də, olub belə bir dənə şey. Siz mənim bağışlayın, elə bir nəsə belə bir xəmir eləyib çörək yoğurmağa oxşuyur. Sadə bir şey olubdur. Hansı ki, burada o boyda canlının həyatından söhbət gedir. Qarışqanı yarada bilmirsən, o boyda canlını eləyirsən, yıxırsan. Deyir, soruşanda da deyir ki, biz müsəlmanıq, Məhəmməd Peyğəmbər Sallallahu davamçıları, eləcə də xristiyanlar. O zaman Məhəmməd Peyğəmbər Sallallahu nə qədər ucuz aşağı səviyyəli elədin sən onun ki, onun təlimi insana bu şeyi haqq qazandırmaq üçün vermir. Bunu insanın əlindən almaq üçün verir. Bu vərdişi, heyvan öldürüb ətini yetmək pis vərdiş kateqoriyasındadır. Bunu insanın əlindən almaq üçün. Çünki biz dedik axı, yemək ancaq bədənin tələbatıdır. Ruhun yeməyə ehtiyacı yoxdur. Bəs ruhun dirçəlişi üçün bədənin bu tələbatı nəcibləşməlidir. Sən heyvan öldürmək zorakılıqdır, qan töhməkdir. Sən nə tər nəcibləşdirə bilərsən bu cür qidalanmaqla özünün, bax bu tələbatı var. O biri var ki, sən heyvan qanını tökəsən, onun ətini yəsən. Bir də var, sən ağacdan almanı qopardasan yəsən. Bir də var, sən düyün qaynadasan yəsən. Bunlar eyni şeylər deyirlər. Düyü qaynadıb yemək, süd içmək, meyvə tərəvəz yemək xeyirxahlıq əlamətidir. Amma heyvan öldürüb onun ətini yemək, balığı yemək, yumurtanın soyuğu başını kəsib onun ətini yemək, qoyunun başını kəsib ətini yemək eyni şey deyil. Buğda yeməklə, lobiya yeməklə, ya alma yeməklə, ya süd içməklə. Heç kim deyə bilməz ki, bunlar eyni şeydir. Bildiniz? Bunlar tamamilə bir-birinə fərqli şeylərdir. Ona görə də əgər insan Allah'ın sevgi yoluna durursa, insan ruhi dirçəliş yoluna gedirsə, real olaraq, onda insan yeməyini nəcibləşdirməlidir. Yeməyini nəcibləşdirmək nə deməkdir? Bax, bu çobut qidalardan təmizlənməlidir. Yox, mən bunları eləməkdə davam edirəmsə və bundan sonra da iddialıyam ki, mən müsəlmanam, mən Məhəmməd Peyğəmbərin davamçısıyam. Buna deyirlər qeyri-səmimiyyət. Bu deməkdir ki, biz səmimiyyət defisiti yaşayırıq. Başa düşdünüz? Yox, əgər mənim gücüm yoxdursa, iradəm çatışmışsa, onda mən nə eləməliyəm? Mən dayanmadan dua eləməliyəm. Dua eləmək, yalvarış, xahiş. Budur, gündən 5 dəfə namaz qılmaq. Dayanmadan dua, yalvarış, xahiş ki, Allahım, mən bacarmıram özümdən. Mənim iradəm zəifdir, mən bilirəm bunları eləmək olmaz. Amma mən eləyirəm, sən mənə kömək elə. Əgər sənin həyatında gündəlik, mütəmadi bu cür dualar varsa, hə, bu da başqa. Bu da yəni sənə də Allah. Sən düz yoldasan. O yox, bu da yoxdursa, amma elə oturanda sigaret çəkəsən, çay içəsən, kofe içəsən, ət yəsən, sonra da başlayasan Qurandan danışasan, Peyğəmbərdən danışasan, dindən danışasan, Allahdan danışasan. Bu ən yaxşı halda bu gülüncdür sadəcə olaraq. Bildiyiniz gülünc, ən yaxşı halda. Bu qeyri-səmimi əlamətidir. İnsan müqəddəs kitabın, təlimin dərinliyinə getmək üçün insan özünün fiziki bədənini və fiziki bədən tələbatı ehtiyaclarını nəcibləşdirməlidir. Nəcibləşdirməlidir. Çünki ruh nəcibdir. Allah da nəciblərdən nəcibdir. Bəli, bu ruhun nəcibliyini, Allahın nəcibliyini, bu nəciblərdən nəcibdir. Ruhidir bir şey ki bu. Nəcib sözü burada zəifdir. Ona yaxınlaşmaq üçün görsən nə qədər öz fiziki durumu nəcibləşdirməlisən. Bax, buna deyirlər ki, ruhani alimdən materialist alimin fərqi. Materialist alim elə bilir ki, əqli cəfəngiyatla, əqli mühakimələrlə hər şeyi başa düşə bilər. Heç nə dəyişmək lazım deyil. Urus demişkən, priçom burada içmək ya ət yemək filan, onun nə dəxli var? Materialist alim belə düşünür. Amma ruhani alim deyir, yox. Tanrı, müqəddəs yazılar, yoga fəlsəfəsi, İslam elmi, Xristiyan elmi elə qurulub ki, Peyğəmbərlər fəlsəfəsi elə qurulub ki, insan özünü dəyişməklə həqiqəti başa düşə bilir. Özünü hansı istiqamətdə dəyişməklə? Ruhi istiqamətdə, nəcibləşmək istiqamətdə. Ancaq onda insana qapılar açılır. Budur,
bütün dinlərin qoyduğu qaydalar, qanunlar, prinsiplərin hamısının arxasında duran. Mən izah elədim. Ehtirasla cəhəllətdən xeyirxahlığa yüksəlmək lazımdır. Ona görə də bugünkü gündə mən hələ 1400 il keçəndən sonra da heyvanları necə gəldi qırıb batırıb öldürüb küçələrdə, Bakı şəhərinin küçələri, kəndlər, rayonlar hamısı heyvanları öldürürlər. Küllü miqdarda adını da qoyurlar qurban. Elə adamlar qurban eləyir ki, heç baxırsan ki, bu adamdan heç dinin, İslamın, Peyğəmbər sallallahu heç şeyi də yoxdur belə. Hənirtisi də yoxdur bunun üstündə. Sadəcə olaraq elə belə bu nədir bu dinə gəlmək belə bir şeydir. Allah sevgisi yoxdur. O bilmir Allah kimdir, Allahı sevmir. Allah sevgisi olsa insan bilməlidir Allah kimdir. Allah'ın kim olduğunu bilmək üçün Həzrəti Əli əleyhissalam deyir ki, sən gərək biləsən sən özün kimsən. Mən özümün kim olmağımı bilmək, özümün bədəndən fərqli ruhi, təbiətli can olduğumu bilmək deməkdir. Bunun üçün də mən bədənimin bütün tələbat və ehtiyaclarının hamısını mədəniləşdirməliyəm, nəcibləşdirməliyəm. Minimuma endirməliyəm ki, ruhumun dirçəlişini əldə edeyim. Budur. Dini qəbul eləməklə Allaha sevgi olan qəbul eləməyin arasındakı fərq. Bugünkü gündə insanlar eləyirlər dini qayda qanunları elə belə də zahiri. Əksəriyyət heç nə eləmir. Sadəcə olaraq mənsubiyyət şəklindədir. Mənsubiyyət. Biz müsəlmanlıq vəssalam. Əksəriyyət. Biz xristiyanlıq vəssalam. Hinduslar Hindistanda. Biz hindusuq vəssalam. Mənsubiyyətdir. Eləyənlər də mənasını başa düşmürlər. Nə məna ilə, nə üçün eləyirlər? Mənasını anlamır da. Məsələn, bu yaxınlarda baxıram Azərbaycandakı xristiyan icması. Çıxış eləyir. İki dənə şeyə baxmışam. Birində göstərir ki, deyir mən ağır veş aparırdım, baxdım ki dözülməzdi, İsa'nı çağırdım. İsa gəldi, deyir mən aldı dalına apardı. İsa bunu veşi ilə bir yerdə alıb dalına apardı. Deyirsən, yazıram hə, 2000 ildir İsa sizi dalında daşıyır da, amma heç nə dəyişmir. Siz yenə də günah eləməkdə davam edirsiniz. Siz İsa üçün nə vaxt nəsə eləyəsiniz. Bildiniz nətəri? Allah bizim üçün bizim arzularımızı, istəklərimizi yerinə yetirən bir dənə şeydir. Malçişka bir quş qalx deyir. Ora-bura qaçıb gedən şeydir. Yaxud da ki yazıb ki İsa'nı qəbul eləmədən heç kim təmizlənə bilməz. Xristiyan dinin qəbul edib təbliğ edir. İsa'nı qəbul eləmədən bu danılmaz bir faktdır. İsa'nı qəbul eləmədən heç kim təmizlənə bilməz, heç kim irəli gəlir. Bu düz deyir, amma düzgün izah edə bilir. Başa düşmür ki, söhbət İsa'nın şəxsiyyətindən getmir, söhbət prinsipdən gedir. İsa deyəndə ki, mənim vasitəmlə Tanrıya yaxınlaşmaq, bu deməkdir ki, mən Tanrının mötəbər nümayəndəsiyəm. Yəni, Allaha yalnız onun mötəbər nümayəndəsinin vasitəsilə yaxınlaşmaq olur. Və Allahın da mötəbər nümayəndəsi bir dənə İsa deyil. Hamısına aiddir bu söz. Məhəmməd Məsudullah da Allahın mötəbər nümayəndəsidir. Həzrət Əli əleyhissalam da Allahın mötəbər nümayəndəsidir. İmam Cəfər Sadiq da Allahın mötəbər nümayəndəsidir. Konfutsiya da Allahın mötəbər nümayəndəsidir. Bilirsiniz nətər? Bunlar hamısı bu prinsipdir. Prinsipi başa düşmür bu. Bu prinsipi ancaq bir dənə şəxs. Bu nə deməkdir? Bu deməkdir ki, insan dini qəbul edib da. Bax, mənim o məqaləmin, sözümün canı budur. İnsan dini qəbul edir, vasitəni qəbul edir, amma məqsədi itələyib qırağam. Ona görə də bugünkü gündə sadəcə olaraq dini mənsubiyyətlə insan heç nəyə nail ola bilməz burada. Sadəcə olaraq desinlər biz müsəlmanlıq vəssalam. Bununla heç nəyə nail ola bilmir insan. Heç nəyə real nəticə əldə edə bilmir. Real tərki dünyalıq, real həz, real dad, real xoşbəxtlik, real biliyi əldə edə bilmir. Bildiyiniz nətər? Özünü aldatmaqla məşğul olursan. İndi bugünkü gündə Tanrının müqəddəs adları deyir o İsa əleyhissalam demişdi ki da svetitsə tvoye imya sənin adın deyir bu dünyanı nurlandıracaq. Bugünkü gündə Tanrının müqəddəs adları planeti nurlandırmaqla məşğuldur. Tanrının müqəddəs adları nə deməkdir? Fatimə-i Zəhriyə Allah öz adlarını nə üçün verdi? Sevgi üçün. Tanrının müqəddəs adlarının tərənnümü sevgi yoludur. Allaha sevgi yoludur. Tək Allah və ona sevgidən söhbət gedir. Burada bu və ya digər güzəştli prinsiplərlə dolu dinlərdən söhbət getmir. Ona görə də mən söhbətimi başladım Krishnanın Bhagavad Gita'da dediyi ilə Allah ali şəxsdir. Buna kim inanır, kim inanmır, bu onun öz işidir. O da deyir ki, Sarvadharman Parityagam Mamekam Sharanam Braja. Bütün dinlərdən əl çək. Bütün təriqətlərdən əl çək. Özü tək bir dənə mənə həsr elə. İndi nə cürdür bu? İndi Tanrı nə cür Tanrıya özü həsr versin? O müqəddəs adlarını. İndi Tanrı bizim hal-hazırda planetdə özü müqəddəs adları kimin?
təzahür edir. Tanrının adı ilə özünün arasında fərq yoxdur. Fatimə-i Zəhriyə də özünü necə verdi? Sevgi yoluna durana Tanrı deyir ki, mən əvəz verə bilmirəm. Onda mən ona özümü verirəm. Nətər verdi Fatimə-i Zəhriyə özünü verdi. Nətər adları kimin? Müqəddəs adları kimin? Çünki Allahın müqəddəs adı ilə özünün arasında fərq yoxdur. Bu Allahın müqəddəs adlarının tərənnümü də bu sevgi deməkdir. Təmənnasızlıq deməkdir. Bu mənada bugünkü gündə Tanrının müqəddəs adlarının tərənnüm eləmək ciddi şəkildə buna vaxt təsir eləmək, buna necə deyirlər, enerji qoymaq, güc qoymaq, Tanrının müqəddəs adlarının tərənnüm eləməklə məşğul olmaq. Sadəcə olaraq dini qəbul edib onun mənsubiyyəti ilə insan heç nəyə nail ola bilməz. Qabaqdan ölüm gəlir, qeyri-ciddi yanaşırıq. Gəlir, hamı öləcək, mən də öləcəm. Və sonra ölümdən sonra səndən nə olacaq bilmirəm. Ölümdən sonra həyat var, bəyəm, heç kim ona inanmır. Ölümdən sonra nə ola bilər? Yaxud da ki, qalacaq qəbirdə skeletimiz, sonra qiyamət günü qaldıracaq, üstünə ət yapışdıracaq, göndərəcək cənnətə. Belə şey olur, bəyəm. Biz indiyə qədər sən bəlkə 1000 dəfə doğulub ölmüsən, 1000 dənə qəbirstanlıqda skelet qoyub gəlmirsən. Bildiniz, 1000 dənə qəbirstanlıqda skelet qoyub gəlmirsən. Bunların hamısında ayağa doğuzan döyürsən ki, bu bir prinsipdir. Yəni, ruhi biliyin verilməsi, güzəştli qaydaların tətbiq olunmasında bu və ya digər mükəmməl bir şeyi çatdırmaq üçün deyilən bir dənə prinsipdir bu. Ki, Allah hər şeyə qadirdir. Amma Allah ruhu bədəndə yetişdirməklə məşğuldur, Peyğəmbər sallallahu deyir. Bədənin ona nə alıb verəcəyi var, nə ehtiyacı var. Ruhun dirçəlişinə çalışmaq lazımdır. Ölümdən sonra insanı bu ruhun başqa bir bədənə göndərilməsi qalır. Sən düzgün yaşamırsansa, təzə bir dənə bədən alasan, o bədən bilmirsən necə ola bilər. Əgər bu səni maraqlandırmırsa, onda müqəddəs kitabdır, möminlər deyir ki, heyvan da maraqlandırmır, heyvan da maraqlandırmır. Nə olacaq ondan sonra, ölümdən sonra? Onda ancaq yemək, yatmaq, seks maraqlandırır. Onda sənin ondan nə fərqin oldu, yaxşı? İnsan nə fərq oldu onda heyvandan? Ancaq yemək, yatmaq, seksi fikirləşirsən. İbadət edəndə də onu ancaq formal eləyir. Mənsubiyyətini qoruyub saxlamaq üçün eləyir. Ruhun dirçəlişi üçün eləmir. Çünki ruhun dirçəlişi üçün eləyəndə insan fiziki bədənin tələbat və ehtiyaclarının hamısını mədəniləşdirir. Minimuma endirməyə çalışır. Minimum mədəniləşdirir, nəcibləşdirir. Gözlərin öz qidası var, qulağın öz qidası var. Mən 1 saat 36 dəqiqədə danışıram. Mən danışıb gedə bilərəm 2 saat, 3 saat 36 dəqiqə qədər. Amma bu yorucu olacaqdır da. Mən istəyirəm burada dayanım, sözümü yekunlaşdırım. Kiməsə nəsə istənilən halda mən bilirəm ki, kimisə nədənsə xoşu gəlməyəcək, nəsə narazı qalacaq. Kimisə nəsə konkret nəsə maraqlandırarsa, konkret sual göndərə bilər mənim şəxsi WhatsApp nömrəmə. Mən bu mövzuları ayrı-ayrılıqda hissə-hissə, dönə-dönə, təzədəndən xırdalamağa, izah eləməyə hazıram. Mən böyük məmnuniyyətlə istənilən adamın sualını Allaha Tanrının mərhəməti sayəsində çalışaram, xırdalayım, izah eləyim. Yəni, burada çaşdırıcı, burada anlaşılmaz heç nə yoxdur. Hər şey aydındır. Sadəcə olaraq mən təkrar eləyirəm. Biz mütləq həqiqəti bilmək insan həyatının təyinatıdır. İnsan bədəni Allah Təala tərəfindən bizə, biz insan deyilik, insan bədəni almış ruhi təbiətli canlılarıq. Bizə ona görə verilir ki, biz insan bədənindən istifadə edək, həyatın fundamental məsələləri barədə sual verək və oturaq dinləyək. Dinləmək sözündə kökü dindir. Dinə gəlmək, dinləməyə gəlməkdir. Həyatın fundamental sualları. Ne üçün mən ölürəm, istəmirəm? Ne üçün xəstələnirəm, istəmirəm? Ne üçün qocalıram, istəmirəm? Ne üçün bədbəxtlik başıma gəlir, amma mən xoşbəxtlik axtarıram? Ne üçün mən özümün, öz taleyimin üzərində hakimlik, ağalıq eləyə bilmirəm? Kimsə mənim əvəzimdən qərar verir və s. Küllü miqdarda belə suallar var. İnsan həyatı mütləq həqiqət deyirlər buna. Ruh və Allah barədə olan suallara deyirlər mütləq həqiqət barədə suallar. İnsan həyatı Allah tərəfindən insana bax belə mütləq həqiqət barədə suallar vermək üçün nəzərdə tutulubdur. Baxmayaraq ki, biz bugün başımızı milyon dənə lazımsız şeylərlə qatışdırmışıq. Ona görə də
mütləq həqiqət ondan ötürüdür ki, nisbi həqiqətlər dünyasında insan başını itirməsin, dolaşmasın, istiqaməti düzgün tapsın. Bilsin ki, hara güc qoymaq lazımdır, hara lazım deyil. Hara özünü həsr eləmək lazımdır, hara lazım deyil. Hara enerji sərf eləmək lazımdır, hara enerji sərf eləmək lazımdır. Nəyə diqqət vermək lazımdır, nəyə diqqət vermək lazım deyil. Bax, bunu müəyyənləşdirmək üçün insana mütləq həqiqət burada bilik lazımdır. Və dini sistemin mütləq həqiqəti, mən ruhi canam, Allah ali şəxsiyyətdir. Mən onun əbədi xidmətçiyəm. Yəni bizim aramızda sevgi münasibəti var. Bax, buna gəlməkdir. Buna gəlməkdir. Hansısa bir dənə güzəştli dini prinsiplərə əməl eləməyə yox, formal şəkildə. Hansısa bir mənsubiyyətə yox. Bildiniz nətər? Hələ də insanlar baxırsan ki, hələ də lovğalanırlar ki, o deyir ki, filan kəs İslamı qəbul elədi. Filan kəs xristianlığı qəbul elədi. Filan kəs krişnaitliyi qəbul edib. Filan kəs, bu da hələ də bu cür düşüncə sahibi düşünən insanlar vardı cəmiyyətdə. Özü də çoxluq təşkil edir. Bu biliksizlik əlamətidir, bilirsiniz? Biliksizlik. Bu o deməkdir ki, insanın biliyi yoxdur. Nəyisə qəbul edir. Allaha və ona olan sevgini qəbul eləmək lazımdır. O təkdir. Tək Allahın tək bir iradəsi var. O da bizimlə özümüz arasındakı sevgini bərpa edib bizi geri qaytarmaqdır. Vəssalam şüd tamam. Bunu 124 min peyğəmbər də bunu deyibdir. Nizamilər, Füzulilər, Nəsimlər də bunu deyiblər. Hamı bunu deyir. Bu və digər formada, bu və digər şəkildə, bu və digər şəraitə uyğunlaşdırmış halda amma hamı bunu deyir. Başqa heç nə deyən yoxdur. Bilir. İndi yenə deyirəm, kimisə nəsə aydın deyil, kimsə nədənsə narazıdır, kimisə nəsə xoşuna gəlmir, ola bilsin. Mən demək istədiyimin %1'ini dedim. Mən bu istiqamətdə demək istədiyimin %1'ini dedim. Yəni çox hissəsi qaldı. Bildiniz hələ. Bu mövzu elədir ki, danışası çox şeylər var. Amma mən çox vaxt aparmamaq üçün burada dayanıram. Mən elə gəlir ki, mən fikrimi çatdıra bilirəm. Məsələn, məğzinin mahiyyətinin üzərində dayanmaq imkan verir ki, insan zahiri məsələlərdə dolaşmasın. Məğz mahiyyət də bax budur. Hər bir şeyin məğzində, mahiyyətində duran insanın ruhi can adlı şəxsiyyətinin Allah'a olan sədaqətli xidmətidir, sevgisidir. Biz bunu qəbul eləməliyik həyatımıza. Bədənimizin bu dünyadakı mənsubiyyətlərindən doğan güzəştli prinsipləri həyatımıza əsas şey kimi qəbul eləməli deyirik. Məqsəd qoymalı deyil. Din məqsəd deyil, din vasitədir. Din də vasitədir, kitab da vasitədir, ayinlər icra eləmək də hamısı vasitədir. Hətta yenə deyirəm, sevgi yoluna duranlar üçün Allahın özü belə vasitəçilik edir. Məqsəd nə olur? Sevgi, Allaha sevgi. Sevgi o demək ki, sən hər şeyə sevgi ilə yanaşırsan, hamıya sevgi ilə yanaşırsan, ağcaqanada, milçəyə, həşərata da sevgi ilə yanaşırsan. Allahı sevən insan heç vaxt heyvanların kütləvi sürətdə başını kəsib dilinə, nəfsinə həzz verməz. Allahı sevən insan heç vaxt ağlını siqaret çəkməklə, çay içməklə, kofe içməklə, narkotik maddə qəbul etməklə, heyvan öldürüb başını kəsib kebab yeməklə heç vaxt eləməz. Allahı sevən insan, sevgi yoluna duran insan. Heç vaxt o boş şeylər eləməz. Belə. Mən burada dayanıram, dəyərli dinləyicilər, dəyərli dostlar. Mənim deməli, bütün peyğəmbərlər, imamlar, bütün müdürüşlər, müqəddəslər, bütün tanrı fədailərin, səmimi qəlbli insanların hamısına böyük ehtiram, hörmətim və sevgilərim vardı. Bunlar hamısı eyni bir həqiqətin, eyni bir tanrının sevimli bəndələri, sevimli övladları, sevimli mötəbər şəxsiyyətləridirlər və bizim də borcumuz onlara bu cür münasibət göstərməkdir. Sevgi ilə yanaşmaqdır. Onların qoyub getdiyi biliklə qidalanmaqdır. Cəlaləddin Rumi deyir ki, Allahı sevənlərin dini yoxdur. Bu o deməkdirmi ki, o dinsiz imansızdır? Yox. O deməkdir ki, Allah'a sevgi dindən yuxarı, dinin fövqündə duran bir məsələdir. Dinin ən ali məqsədidir. Bu onu demək istəyir. Sən oraya yetişəndən sonra sənin dinə heç bir ehtiyacın qalmır. Hansısa dini qaydalara. Bu da açan baş verir ki, insan bu barədə biliyə malik olur. İnsan bu arada biliyor olur. Biliksiz insan nə? Biliksiz insan nəzəriyyəni bilmirsə sən onun praktikada nədən həyata keçirdə bilərsən? Bildiniz? Belə. Mən burada dayanıram. Kimisə sualı olsa buyursun.
Mən məmnuniyyətlə çalışıram, izah eləyim. Konkret sual olsa, konkret olaraq izah eləyərəm mən onu. Belə, çox sağ olun. Diqqətinizə görə kimlər ki, vaxtından ayırıb buna qulaq asır, mən onlara öz dərin minnətdarlığımı bildirirəm.